Xoş gördük hər birinizi. Yeni ildən sonra bizim üçün, yəni mənim üçün ilk iş günüdür. Hər birinizi salamlayıram. Yeni il hər birinizə düşərli olsun, uğurlu olsun. Biz canlı efirdəyik. Rövşən Ağasəf qızı sizinlə bir yerdə. Yeni ildə nə arzularınız, niyyətləriniz var? Hər biri gerçəkləşsin. Əlbəttə ki, biz də bir jurnalist olaraq, bir teleaparıcı olaraq və təbii ki, Danışır Rövşənə komandası olaraq istəyirik ki, sizin xidmətinizdə bir il boyunca rahat dayana bilək, sizin problemlərinizi işıqlandıraq, sizin sözünüzü deyə bilək, sizin güzgünüz olaq. Hər zaman söyləyirəm ki, televiziya cəmiyyətinin güzgüsüdür. Çalışaq, güzgünü sındırmayaq, özümüzü düzəldək, özümüzü düzəltməkdən başlayaq ki, ağı ağ, qaranı qara göstərən təbii ki, güzgüdə günah axtarmayaq. Beləcə, əziz tamaşaçılar, hər birinizin bir daha söyləyirəm, yeni ili mübarək olsun və çox aktual bir mövzuda bugün biz sizinlə söhbət eləyəcəyik. Əlbəttə ki, uşaqları olan valideynlər bir qədər ekranlara yaxın əyləşsinlər. Əlinizdə işiniz varsa, düşünürəm ki, kənara qoyub diqqətlə dinləməyiniz lap yerinə düşərdir. Çünki günün ən ciddi mövzularından biridir. Yayılan infeksion xəstəliklər uşaqlar arasında daha çoxdur. Əlbəttə, böyüklər arasında da var, amma daha çox uşaqlar, yeniyetmələr arasında ciddi və geniş vüsət alıb bu yayılan xəstəliklər. Və elə bir ki, Covid-dən sonra ciddi xəstəlik, belə deyim, infeksiya növlərindən biri sayılır da, belə deyək və ümumiyyətlə, necə müalicə etmək lazımdır? Nə etmək lazımdır ki, ağırlaşmalar olmasın? Məsələn, mənim öz ətrafımda, yaxın rəfiqələrimin arasında bugün sistem etdik, bugün filan dərmanı içdik, bugün qızdırmanı salmaq üçün, nə bilim, Türkiyə çarə ilə başladıq nəyəsə bir iş görməyə. Amma get-gedə ağırlaşmalar və sonra xəstəxanalıq olan uşaqlar. Nə etmək lazımdır? Əlbəttə ki, hamımızın tibbi savadı yoxdur. Hamımız elə qonumdan, qonşudan, çoxumuz, hamımız deməyək, qonşu filan kəsin uşağında belə oldu, ətrafımızda filan kəsdə belə oldu. Biz soruşaq görək, filan kəsin qohumu pediatrdır, görək o necə müalicə metodu var, bir resept telefonla, WhatsApp-la göndərsin, baxaq. Belə hallar da təəssüf ki, uşaqlar arasında xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Bizim efirimiz canlıdır, 562-21-23 və bizim studiyamızda çox dəyərli qonaqlarımız var. Mövzumuz belədir. Uşaqlar arasında yayılan infeksion xəstəliklər, bu bir bölümdür. Bizim ikinci bölümdə daha çox söhbətimiz uşaqların sağlamlığı, əyilən bellər, göz, zəifləyən gözlər. Hər valideyn yəqin ki, razılaşacaq mənimlə. Telefonda qalıb uşaqlarımız. Kimi görürsən, əlində telefon, yorğan döşəkdə ayağa qalxmaq istəmirlər, divan çürüdürlər, bitki çörəklərini yedilər, saatlarla telefonun qarşısında, həyətə düşmək istəmirlər, çölə getmək istəmirlər, bayır-bacaq görmürlər, günəş görmürlər, hava görmürlər, sonradan analizlər, başayaq çıxan analizlər və s. Və bundan başqa uşaqların psixoloji durumu, uşaqları necə edək ki, biz bax bu telefonlardan ayıra bilək, ayıra bilmirik. Amma bunun başqa bir yollardır və eyni zamanda qidalanma məsələsi. Uşaqların ən çox valideynlərinə pul xərclətdirdikləri məqam fast foodlardır. Məsələn, bizim evdə də vaxt var idi ki, belə idi və mən özüm günlərlə mübarizə aparırdım. O, nə bilim, məşhur brendin fast foodu, bu məşhur brendin fast foodu da biz yorulmuşduq bu fast foodları almaqdan, amma zaman keçdi və mübarizəmizin bir sonu oldu da təbii ki. Amma yəqin ki, valideynlər var ki, ciddi bununla mübarizə aparırlar və heç bir nəticə əldə edə bilmirlər. Nəysə, çox danışmayacağım. Efirdən, əziz valideynlər, uşaqlarınızın problemləri varsa, həmən zəng eləyin və əgər hətta başqa bir problemləri varsa, gələ bilərsiniz studiyamızda, biz sizə pulsuz müayinə də təşkil eləyəcəyik. Studiyamızın qonaqları, əziz dostumuz Murad İsayev, psixoloq, çox dəyərli, çox savadlı, çox belə bilgisinə dəyər verdiyim əzizim Murad. Xoş gəlmişsiniz, xoş gördük sizi. Bayramınız mübarək olsun. Sağ olasınız. İnşallah xəstəliksiz bir il olsun bütün hamımız üçün. Ümid eləyək. Möhkəm olsun. Həm psixoloji, həm fizioloji sağlam olaq deyirəm. Ümid eləyək və təbii ki, psixoloji sağlamlıq da çox önəmlidir. Bəli. Psixoloji sağlam olduqda artıq o fizioloji sağlamlıq da bir addımlıqda olur. Və çox dəyərli pediatr mən təqdim eləyəcəm. Çox qısa bir zamanda tanış olmuşam Nurəngiz xanımla. Nurəngiz xanımı görən kimi biz idmana bir yerdə gedirdik Nurəngiz xanımla və Nurəngiz xanımı görən kimi başlayırım öz problemlərimdən, öz sözümü. Nurəngiz xanım, biz orada pilateslə məşğul ola-ola Nurəngiz xanımla pıçı-pıçı söhbət eləyə-eləyə axırda müəlliməmiz də hirslənirdi bizə ki, bəsdirin sizi ayıracam, variant yoxdur. Dedim, indi yaxşı, mən siz müəllimənin acığına efirə dəvət eləyim Nurəngiz xanımı. Biz burada
burada belə ürəkdən oturaq söhbət eləyək, dərdləşək. Siz də qalın baxa-baxa. Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, dosent Nurəngiz xanım Hacıyeva. Nurəngiz xanım, xoş gəlmişsiniz, xoş gördük sizi. Sizi görən kimi az qalıram deyəm ki, Nurəngiz xanım, necə eləyək saçlarımız parlaq olsun? Nurəngiz xanım universal həkimdir. Yəni, yalnız pediatr deyil, Murad. Hər şeyi soruşanda deyir ki, filan şey bundan içərsən, onu bundan eləyərsən. Nurəngiz xanım, saçım necə eləyim parlaq, özüm necə eləyim gözəl görsəsin, kipriklərim necə eləyim uzansın. Hər şeydən bilir. Nurəngiz xanım, xoş gəlmişsiniz, xoş gördük. Əsas məsələ, bizim ki, o müəlliməmiz var idi, əziz tamaşaçılar. Bizi gözüm çıxdıya salırdı. Biz Nurəngiz xanımla bir dərdləşə bilmirik. Burada reformerin üstündə idman eləyirik, Murad təsəvvür edir. Oradan müəllimə qışqırır, sakitliyə riayət eləyin. Nə olardı? Bir saat vaxt eləyərdiniz bir yerdə baş-başa söhbət eləmək üçün. Vaxt olur ki, hamımız iş adamı, səhər çıxırıq axşama qədər. Elə o reformin üstündə uzana-uzana, ayaqlarımız belə idmanda eləyə-eləyə qalxır. Çiçək müəllimə, bir dəqiqə, Çiçək müəllimə indi keçən dəfə bizi ayırdı. Hərəmizi birimizi o taya, birimizi bu taya. İndi oradan qışqıra-qışqıra qaldı. İndi Çiçək müəllimə. Telefonla. Bax belə, indi siz qalacaqsınız. Biz oturub söhbət eləyəcəyik. Çiçək müəllimə buradadır. Çiçək müəllimə də buradadır. Çiçək müəllimə də buradadır. Elə bildim başqadır müəllimən. Çiçək Mirzəyeva, pilates və yoga mütəxəssisidir. Nə gözəl. Türkiyə təhsili görmüş və çox belə savadlı, bilgili bizim, yəni boş yerə seçmirəm də mən müəllimlərimi, boş yerə qonaqlarımızı. İndi ürək belə qəşəng söhbət eləyəcəyik Çiçək müəllimə. Burada artıq ev yiyəsi mənəm. Bir dənə çubuğu var Murad əlində, sakit. İndi burada mənə bir çubuğu verin deyəm, sakit. Özüm danışıram. Xoş gəlmişsiniz əzizlərim, xoş gördük sizi. Xoş gördük. Evinizdə xəstə filan uşaqlar arasında yoxdur Murad? Olub. Keçirilmişik. Neylədiniz? Maksimum immun sistemini gücləndirici tədbirlər gördük. Yemək, içmək, təmiz hava, gəzmək, hərəkət, telefonsuzluq və kontrastlı duş daha çox istifadə eləmək. Yəni, uşaqları biraz bizdə daha çox qapalı yerdə və isti temperaturda saxlamağı sevirik. Yəni, mən bunun əksinə hərəkət eləməyi. Düzdür, istilər də o qədər, belə deyək, çoxdur əslində, bayırda normaldır hava. Ona görə maksimum şəkildə antibiotik terapiyadan uzaq tutmağa çalışdım. Bəli. Amma çox, mən sizə deyim ki, bu simptomları çox gedir və yenidən baş göstərir deyə biraz valideynlərin narahatçılığını da başa düşmək olar ki, yəni uşağın deyək ki, pnevmoniyadan qorxurlar, başqa xəstəliklərə yönləndirirlər. Murad, psixoloji qorxu da var da, bilirsiniz, Coviddən sonra bizim valideynlər laf çox özdə, həssassılar. Həssas, elə özümüz də, yəni Coviddən sonra hamımızın canında bir üşütmə var ki, biraz o görürsən ki, qrip oldu, adi bir xəstəlik oldu, artıq vəsvəsə düşür canımıza ki, görən bu nədir, bu hansı infeksiyadır. Amma Nurəngiz xanım, deyəsən elə hansısa bir infeksiya gəlib qapımızın ağzını kəsdirib uşaqlar arasında. Nədir adı bu infeksiyanın? Demək, bu virus infeksiyası artıq bir aydır bizdə epidemiya şəklində təsadüf edir. İnfluenza A-dır. İnfluenza virusun bir növüdür. Onun A növü var, B növü var. Amma hal-hazırda uşaqlar arasında rast gələn influenza A-dır. İnfluenza A çox kontagiyozdur, yəni çox yoluxucudur və müəllimin qeyd etdiyi kimi biz millət olaraq istini sevirik. Evi isti saxlayırıq. Uşaq xəstələndikcə bükürük, pəncərəni bağlayırıq. Amma idealda virusun azalması üçün otağın havalanması mütləqdir. Evdə temperatura, məsəl üçün, İstənilən bir valideyndən soruşaq, ideal temperatura neçə olmalıdır? Heç o haqda məlumat yoxdur. Hər bir evdə termometr olmalıdır. Birinci ondan başlayaq ki, evdə termometr 22 dərəcəni göstərməlidir. 22 dərəcə, ondan isti olmaz. Bəli, optimal temperatur olarsa virusların yayılması da azalar. Eşidirsiniz əziz tamaşaçılar, 22 dərəcə evdə, 22 dərəcədən artıq istilik varsa bu infeksiya daha da çoxalmaz. Bəli, bizim burun seyirli qişalarımızda kipriklər var. Onlar virusu qoruyurlar, bizi virusdan qoruyurlar. Amma haradakı temperatur yüksək olur, onların fəaliyyəti zəifləyir və həmin an virusun yoluxması çoxalır. Mütəxəssisimiz qeyd elədi ki, tez-tez xəstəliklər qayıdır. Bu qayıtmalıdır. Yəni, hər bir uşaq il ərzində hətta 9 dəfə xəstələnə bilər. Bu normaldır. Bəli, uşaqlar məktəb... Bu immunitetin düşüklüyü demək deyil? Xeyr, onun ətraf mühitlə tanışdığıdır. Hər virusdan sonra uşaq ona qarşı immuniteti yaranır. Artıq məktəbə gedən dövrdə onun xəstələnməsi azalır. Bu, hal-hazırda qeyd olunan influenza o qədər yoluxucudur ki... Necə başlayır Nurəngiz xanım? Mən konkret suallarımı verim. Necə başlayır? Qızdırma ilə mı gəlir? Bəli, bunun bax, valideyn deyir ki, dünən uşağım əla vəziyyətdə idi. Bugündən 39-40 qızdırma. Birinci əlaməti qızdırma. İkinci əlaməti uşaqda yaranır kəskin öskürək və qusma. Qusma halları müşahidə olunur, əzələ ağrıları, uşaqlar halsız.
Və əsas bu virusun qorxucu xüsusiyyəti ondan ibarətdir ki, valideynlər bu qızdırmanı sala bilmirlər. Aha, qalır sal. Bəli, sala bilmirlər və bəzən də qızdırmanı düzgün qiymətləndirə bilmirlər. Neçə dərəcə qızdırmayı, yəni bu 39-40-a qədər yüksəlir 39-40-a və valideynlər panikaya düşürlər. Çünki həmin dövrdə valideynlər başlayırlar dərmanları çoxlu verməyə və bundan sonra qanda əksinə parçalanma baş verir. Ay. Odur ki, hər şeydə nədən başlamaq doza lazımdır lazımdır. Rəngiz xanım? Nədən? Birinci pediatra müraciət eləməlidirlər. Pediatra müraciətdən də əvvəl virusun ilk 5 günündə əgər qızdırma düşəndə uşağın əhvalı normaldırsa, narahatçılığa səbəb yoxdur. Yəni bu orqanizmin müdafiəsidir. Yox, bir dəqiqə, neçə gündən sonra düşür qızdırma ki? Qızdırma 5 gün davam edir. 5 gün davam eləsə heç nə 5 verməsin gün uşağa. davam 40 edən dərəcə qızdırmadan. Baxın, mən orada dedim. Qızdırma var, amma Bəli. uşağın qızdırma düşən kimi iştahı açılıb, uşaq yemək yeyir. Aha. Uşağın oynamağı normaldır. Yuxusu normaldır, ciddi öskürəyi yoxdur, təngi nəfəsliyi yoxdur. Aha. Onda biz heç bir narahatçılığa səbəb yoxdur. Mübarizə gedir. virusla Qızdırmanı necə salaq? Baxın. qızdırmanı salmaq üçün qızdırma salıcı dərmanlar Vermək var. 2 olar. qrup var. Amma biz onların verdikdən sonra təsirini gözləməliyik. Biz valideynlər olaraq, biz Tez ümumiyyətlə istəyirik. millət olaraq panik millət. Bəli. Həmən istəyirik ki, antibiotik yazılsın. Həkim əgər sistem yazmırsa, həmin həkimə bir də müraciət Mən o eləmirik. qədər qorxuram Rəngiz xanım. Qızdırma Amma varsa mənim əlim ayağım Dünyanın əsir. heç bir yerində sistem yazılmır. Olmaz İnanın, sistem. xeyr, yazılmır. Bizdə o sistemə hormon da qatırlar. Vay, Yəni vay. adlarını Yox, çəkmək vitamin C, nə istəmədiyim bilim, vitamin C belə və adi, yəni, bunlar heç adı nəyə çəkil- ehtiyac yoxdur. Uşaq əgər mayini kifayət qədər içirsə, İçmir axı uşaqların Rəngiz xanım. İçmir, onu meyvə şəklində, sup şəklində verə bilərik, eləmi? Yəni müxtəlif şəkillərdə verə bilərik. Məsəl üçün ayran ən gözəl Yəni sistem ziyandır elektrolitlə. ki, bunu sistem Əlbəttə artıq içiləndə dərd verir suda. Bəli. Nizami Gəncəvi necə deyir? Amma yəni bədəninə imkan vermək lazımdır ki, mübarizə aparsın da. Bəli. Yəni Biz ona imkan vermirik. Bax, Bəli. Canlı da Təəssüf. efirimiz. Mənə Instagrama da suallarınızı yaza bilərsiniz. Mən bir sualları qısa-qısa hər kəsə ünvanlayacağam ki, yəni cavabları ala biləsiniz də. Instagram səhifəmi də görürsünüz. 562 21 20 və mənim Rövşən Ağasəf qızı Instagram səhifəsinə suallarınızı göndərin. Verişimiz canlıdır. Sağlamlıq üçün Çiçək xanım çox vacib olan fiziki aktivlikdir. Və bugün uşaqlarımızın çoxunda fiziki aktivlik yoxdur. Ağır sumkalar, məktəbə getmək, məktəbdə saat 5-ə qədər part arxasında əyləşmək, gəldin, bir keçə çörəyini yedin və yenə də hamısı ayrı-ayrılıqda böyük mövzulardır. Mövzudur, amma biz maksimum dərəcədə bu günləri 2 saat ərzində çalışaq ki, bölək. Amma yenidən sonradan təbii ki, əgər maraqlı olarsa tamaşaçılarımıza da biz bu mövzunu davam etdirəcəyik. Şeyh müəllimə, fiziki aktivlik nə qədər vacibdir uşaqlar üçün, yeniyet 15 yaşa qədər uşaqlar üçün? Rövşən xanım, təkcə 15 yaşa qədər uşaqlar üçün deyil, sıfırdan sonsuza qədər hamısının fiziki aktivlik lazımdır. Elə o virusların başlamaması üçün də aktivlik lazımdır. Evdən çıxmaq lazımdır, hərəkət lazımdır. Ən azı bir 3000 addıma qədər atmaq lazımdır. O uşaqların ağır çantalarını daşıya bilməsi üçün sağlam onurğa lazımdır. Əslində biz direkt onurğa problemi deyəndə götürürük ağır çantaları. Amma ondan qabaqki problemlər var. Məsələn, telefon. Telefondan baxdıqca düz Kifoz, boyun... skalyoz, yıxıb uşaqların evini bu Rövşən telefonla. xanım, kifoz, skalyozdan öncə gələn problem düz boyun sendromu, telefon boynu deyək, yeni nəslin bir xəstəliyi ortaya çıxdı. Telefon boynu, boyunlar qabağa doğru gəlir. Normalda başımız 2,5 kiloqramdırsa, onurğanın daşıya biləcəyi ağırlıq odursa, biz hər telefona baxdıqca boynumuz qabağa doğru gəlir və üstünə kilo artmağa başlayır. Onurğa onu necə daşısın? Yəni bu çantalardan öncə biz hələ öz başımızı ağırlığını daşıya bilməliyik. Bədənimiz, onurğamız onu daşımalıdır. Onun üçün də nə etmək lazımdır? Hərəkət etmək lazımdır. Onurğanı gücləndirmək lazımdır. Neçə yaşından başlaya bilər? Bax bu kifoz, skalyoz və digər o dediyiniz o boyun əyriliyi problemi. Doğumdan genetik faktorlar da var burada, amma sonradan da yəni telefon boynu, telefon onurğası, yəni artıq bunlar kifoz və skalyoz olaraq da götürülmür. Yeni nəsil xəstəlikləri direkt telefon boynu, telefon onurğası deyə. Yəni insanın posturuna baxdığın zaman bilə bilirsən, bu insan telefonla çoxmu zaman keçirdir, ya azmı zaman keçirdir. Hətta bir gəzər, yazar bir insan maketi, 26 il sonranın insan maketini çıxardıb. Bu insan maketində irəli dərəcə kifoz və düz boyun sendromu var. Bundan əlavə həmən insanın rəngi tamamilə ağ, gözlərinin içi qırmızıdır və bunun ümumiləşdirərək bunu belə çıxardıb ki, nəyə görə rəngi ağdır? Qapalı ortamda qalmaqdan D vitamini çatışmamazlığı var. Nəyə görə gözləri qırmızıdır? Normalda biz bir dəqiqədə 10 dəfə gözümüzü qırpmalıyıqsa, telefona baxdığımız zaman bu 10 dəfə olmur. Çiçək xanım, indi baxın, mənə suallar gəlir Instagrama, D vitamini ilə bağlı o qədər suallar gəlir. Bax bu, belə deyək, 15 dəqiqənin içində daha çox D vitamini ilə bağlı. Reklama keçirik, tamam, reklamdan sonra mən sualları ünvanlayacağım sizə. Buyurun.
Verilişimiz canlıdır. Telefon nömrəmizi görürsünüz. Canlı efirə qoşula bilərsiniz. Murad bəy, sizə sualdan başlayacağım. Qızımın 14 yaşı var. İndi gələn suallar içində seçirəm. 14 yaşı var. Bəli. Telefondan ayıra bilmirəm. Mən işgüzar xanımam. Həyat yoldaşımdan ayrılmışam. Qızımın 15 yaşı, bir də təkrar yazır, məktəbdə oxuyur. Məktəbdən gələn kimi telefondan ayrıla bilmir. Dava edirəm, qulaq asmır. Danlayıram, qulaq asmır. Necə eləyə bilərəm ki, qızımı telefondan ayırım? Bu biraz qlobal bir problemdir əslində. Bizim ölkədə valideynlərimizə birinci növbədə onu qeyd eləmək istəyirəm ki, valideynlərimiz özləri telefondan məsafəli davranmalıdırlar və uşağın bir ehtiyacı var. Təbii olaraq yeniyetmədir və yeniyetmənin də bir ehtiyacı var. Yaxşı olardı ki, yeniyetməliyə qədər bu prosesi eləyərdilər, amma yeniyetməlik dönəmdə artıq uşaq özünü, dünyanı dərk eləməyə, analiz eləməyə başlayır. Yəni burada dayandırmağın özü də problem yaradacaq, aqressiya yaradacaq, konflikt yaradacaq. Yaxşı olardı ki, müəyyən bir limitlər qoyulsaydı və o baxılan nələr var, nəyə baxırıq biz? Deyək ki, orada TikTokda və yaxud da Instagramda müəyyən əyləncəyə mi daha çox baxırıq, yoxsa videolara və bəlkə də YouTube'da bu saat proqramlar var, abituriyentlərin baxdıqları, geniş baxdıqları proqramlar var. Əyləncə xarakteri baxışlar ən çox asıllıq yaradır. Çünki bilirsiniz, dopamin, oyunlar, əyləncələr, orada çox üzr istəyirəm, meymunluq eləyən insanlara da çox baxırlar. Amma Murad bəy, necə ayırsınlar? Bu valideyn mənim də Bilirsə, problemim. onu izah eləmək istəyirəm. Kökündə yatan əsas məsələ odur ki, o dopamin miqdarı alırlar oradan. Xırda-xırda, kiçik-kiçik dopamin asıllığı yaranır. Biz bu dopamin asıllığını, Çiçək xanım da qeyd elədi, bunu normal bir fiziki aktivliyə yönləndirməliyik. Biz uşağın əlindən telefonu alıb onu boşluq versək, olmur. Yəni, baxın, qışqırmaqla, bağırmaqla da deyil. Biyaqları dediniz, qışqırıb bağırsa daha çox telefona bağlanırlar. Biyaq qeyd elədiniz, niyə bizdə D vitamini, bu qədər günəşin çox olduğu ölkədə D vitamini və yaxud da hemoqlobin zəifliyi, anemiyanın çoxalmağı, oksigen çatışmazlığı, bu bizim üçün əslində biraz da təhqir olmalıdır ki, bu qədər oksigen və günəşin olduğu bir regionda yaşayırıq və bunların defisitini yaşayırıq. Yəni, biz get-gedə valideynlər də, uşaqlar da iş bəhanəsi ilə, nəyin bəhanəsi ilə evə doğru girməyə başlayırıq, qapalmağa başlayırıq, telefona başlayırıq. Yəni, bu uşağın əlindən telefonu almaqla onu qadağa eləmək lazım deyil. O marağı harasa bir yerə yönləndirmək lazımdır. Məsələn, əgər ona görə deyirəm, əyləncə xarakterli baxırsa, götür uşağını, kinoteatra getməyin özü çox yaxşı təsir göstərir. O da əyləncədir. Fiziki aktivliyə, rəqsə qoysun, o da aktivlikdir, o da müsbət təsir göstərir. Ən azından gün ərzində bədənimizin lazım olan o fiziki enerjisini çıxartmaq üçün piyada gəzməyə yönləndirsin. Ən gözəl antidepresan sudur, üzməyə yönləndirsinlər. O qədər mərkəzlər var ki, şəhərdə. O qədər razıyam sizlə. Art terapiya, rəsmə yönləndirsinlər, rəsm çəkməyə yönləndirsinlər. Biz istəyirik ki, Allahdan buyuruq, ağzıma quyruq. Oturduğum yerdə uşağım telefonla bağlı hər şey unutsun və biz daha aktiv formada, belə deyək, yaşaya bilək. Uşağa vaxt ayırmırıq, ünsiyyət qurmuruq, danışmırıq, maraqlarını bilmiriksə, 15 yaşı var deyirsiniz. 15 yaşında hələ üstəgəl abituriyentlik yükünü də veririk ona. Təbii olaraq da uşaq bir müddət fasilə verəcək, yenə də qayıdıb ora gələcək. Nəzərə alsaq ki, Murad bəy, mən sizə çox razıyam. Amma nəzərə alsaq ki, bu son 10 ildə tıxacılar, qadınların ictimailəşməsi və sosiallaşması. Gəzməyə də tıxac lazımdır. Yox, gəzməyə lazımdır, gəzməyə məsələ. Amma təsəvvür bir kinoteatra getmək üçün saat 7-də başlayan filmə işləyən bir qadın saat 6-da işdən çıxır. Bu necə gedəcək? Bunun əlavə gəliri yoxdur ki, sürücü tutsun, bu adam tıxacılarda. Bilirsiniz, biz əvvəllər, mən sizin üçün müqayisə eləmirəm, qonşulara getsinlər, bir-birlərinə getsinlər, otursunlar, filmə baxsınlar, qrup şəklində insanlar bir-birlərinə ünsiyyət. Ona görə bu problemlər yaranır da. Ona görə də bugün tipdə belə bir diaqnoz var. Nomofobiya, yəni telefondan ayrılma qorxusu. Bu insanlar arasında var və bunun qarşısını almaq üçün mən düşünürəm ki, uşaqla danışıb bir limit qoymaq lazımdır, vaxt limiti. Məsəl üçün, amma həmin limitin, yəni tutaq ki, 14-17 yaşında uşaq gün ərzində 2 saat telefonla, yəni bu Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsidir ki, 14-17 yaşında uşaq gün ərzində 2 saat telefonla oynaya bilər. Biz onları tam məhrum etməyimiz də düzgün deyil. İndi biz bu dövrdə yaşayırıq. Amma uşağın məsuliyyətini artırıb, onu həvəsləndirib, məsəl üçün, onun qarşısına qoyduğu bir məqsəd var. Harasa bir universitetə hazırlaşır və s. O məqsədinə nail olmaq üçün ana onunla danışmalıdır. Bizdə siz dediyiniz kimi analar məşğul olur, atalar məşğul olur. Uşaqla problem ondan irəli gəlir ki, valideyn uşağı ilə konkret səmimi söhbətlər az edir.
Və bu söhbət fonunda uşaq darıxır, onun enerjisi çox. Ona görə o vaxtını yönəldir telefonla öz vaxtını. Peyvəndlərlə bağlı suallarım çoxdur, qısa cavablar alım. Peyvəndlərlə bağlı bir neçə sual var, ümumiləşdirib verirəm ki, uşaqlara bütün peyvəndlərin edilməsi məqbuldurmu? Demək, uşaq doğulanda ona hepatit B peyvəndi aparılır və vərəmə qarşı peyvənd aparılır. Bunlar aparılır və sonraki dövrdə, bəli. Xəstəxanadaca elə? Bəli, xəstəxanadaca ilk 3 gündə bu aparılır. Amma sonraki dövrdə aparılan peyvəndlər hansına ki, uşağın həyatı üçün riskdir, tutaq ki, difteriya xəstəliyidir, göy öskürəkdir, uşaqlar 3 aylarla öskürür. Bu viruslara qarşı, xəstəliklərə qarşı peyvənd etmək mümkündür. Baxın, indi açıq dediyiniz influenza A. İnfluenza A-ya yoluxmamağında bir yolu var, qripə qarşı peyvənd, virusa qarşı təsir peyvənd olur, var. yəni, Yəni, uşaqlar həmin virusu daha yüngül keçirməsinə gətirib çıxarır. Ona belə çünki hər bir nəyəsə xəstələndə onun peyvəndini etməliyik. Yox, hər bir xəstə, hansı xəstə, məsəl üçün uşaqlarda 6-cı xəstəlik var, o çox yüngül keçir, heç bir ağırlaşması yox. Nurəngiz xanım, razılaşaq ki, peyvəndlərlə bağlı bizim insanlarda bir mənalı deyil mi? Bəli. Qorxurlar, bax, hamımız valideyn olmuşuq, hamımız da, yəni valideynikdir, uşaqlarımız indi böyüsə də, mənim qızım böyükdür, 21 yaş var, amma belə deyək də, o peyvənd dönəmində mən də o akadeistlər var idi, adeistlər var idi. 100 dəfə oxudum, ölçdüm, biçdim ki, akadeist eləyim, yoxsa adeist eləyim, orada K olmasın, məndən nə olmasın, o qızılca əleyhinə, o birisi əleyhinə, 1000 dənə bir şey düşündüm ki, yox, mən adeist eləyəcəm, akadeist, heç bilmirəm nəyə görə. Oxudum ki, akadeist eləsəm ağır olacaq, bu ağır yəni qəbul eləyə bilər və mənim kimi nə qədər belə valideynlər və elələri də var ki, ümumiyyətlə heç xəbərləri yoxdur da, bilmirlər. Elə eşidirlər bir-birlərinə. Eşidirlər bir-birinə, qonşu filan kəs, Məmməd dayı, Fatma xala və ümumiyyətlə peyvəndə qarşı bir qorxu var. Amma adamlar da var ki, müasir analar, Murad görmüşəm, deməli, o bahalı klinikalarda bir sıra peyvənd verirlər. Baxırsan ki, bu nə qədər peyvənddir. Hansı doğru düzgündür, Nurəngiz xanım? Mən düşünürəm ki, hansı xəstəlik həyat üçün təhlükəlidirsə, həmin xəstəliklərə qarşı peyvənd edilmək doğru olar. Qızılcaya qarşı filan etmək lazımdır. Qismən. Etdirmişsiniz uşaqlarınıza bütün peyvəndləri? Yox. Heç birini etdirməmişsiniz? Yox, edəm, ilkin 1 il ərzində olub. Amma akadeist falan mən etdirməmişim. Niyə? Çünki maraqlıdır da, yəni baxın bu... Birinci, nə üçün etdirməmişim? Biraz mənim uşaqlarımda nevroloji olurlar. Dünyaya gələndə biraz narahatçılıqları ana bətnində tam olaraqdan belə deyək də, hipoksiya falan yaşadıqlarına görə, doğuşda biraz çətinlik olduğuna görə, amma təbii doğuş olub, bu tərəfdən yaxşıdır. Ona görə, yəni ki, risk faktorunu təbii ki, nevropatoloqla məsləhətləşdik. Risk faktoru olduğuna görə ki, gələcəkdə problem olmasın, ona görə. Amma elə bir anlayış tibdə yoxdur ki, yəni uşaq... Bunu da sizin həkimlər deyir, onu da siz deyirsiniz. Yox, bilirsiniz necədir? Tibdə indi bir şey gözəldir ki, hər şey protokollandır. Yəni bu xəstəliyə yanaşma, peyvəndə yanaşma, uşağa yanaşmaq, müalicə, dərman, hər şey protokollanır. Valla mənə uşaq nevropatoloq qorxutdu. Açığını sizə deyim. Uşaq nevropatoloq dedi ki, sudurqa ehtimalı var, dedi. Elə bir anlayış yoxdur ki, mən vurdurdum. Mən qorxaq adamam, mən adeistləri vurdurdum. Mənə dedi ki, belədir. Mən də onların hansı protokola uyurlarsa ona tabi oldum. Nurəngiz xanım, çox haqlı bir məqama toxundu ki, həkimlərin fərqli yanaşmaları olur və biz valideyn olaraq, vətəndaş olaraq çaşbaş qalırıq. Yenə də hələ biz oxumuş, savadlı və ətrafımız geniş olan, maraqlanan insanlarıq. Adamlar var ki, ümumiyyətlə heç maraqlanmağa insanları yoxdur, soruşmağa adamlar yoxdur. Instagramla, ChatGPT ilə bəlkə də elə özlərinə həkim seçirlər. Belə olan halda biz nə etməliyik? Hansı həkimin doğru və yanlış olduğunu necə seçməliyik? O da pediatrdır. Digəri də pediatrdır. Məsələn, birinin yazdığı dərmanı, o birisi deyir ki, düz yazmayıb. Bəli. Biri deyir ki, bu qədər vitamin D verməlisən, o biri deyir ki, yox, düz deyil, bu qədər dəmir vermək lazımdır, məsələn, və yaxud bu qədər. Və biz qalırıq çaş-baş. O zaman nə etməliyik? Bilirsiniz, siz mütəxəssisi seçərkən düzgün seçilməlidir ki, mütəxəssis... Yəni o da mütəxəssisdir, deyir, mən də mütəxəssis. Protokoldur da, o da tabi olmalıdır, o biri də. Bəli, dünyada protokollar hər il yenilənir. Məsəl üçün, siz D-ni soruşurdunuz da bayaqlarım. D-nin ideal konsentrasiyası qanda 60 olmalıdır. Amma uşaqlara deyilir ki, yəni yeni doğulan dövrdə onlara 500-1000 vahid biz veririk. Amma bəzən uşaqdan asılı olaraq biz onun dozasını artırırıq. Niyə? Əgər uşaqda piylənmə varsa, çəki artımı varsa biz onun dozasını bir vahid daha artırırıq. Uşaq havaya çıxmırsa, payız qış aylarındadırsa D-nin dozasını artıra bilərik. Uşaqda raxitik əlamətlər görürük, artırırıq. Çünki burada proses antenatal dövrdən gəlir. Yəni doğuma qədər olan dövrdən gedir. Baxın, bizim mentalitetimiz icazə vermir ki, bizim analar açıq havada hava vannaları qəbul eləsin. Gəlin bundan razılaşalım. Və həmin anadan
doğulan uşaq təbii ki, D azlığı ilə doğulacaq. Mütəxəssis az öncə dedi ki, Almaniyada bu problem olmur. Çünki Almanlar ildə bir ay vaxt ayırırlar, gəlirlər günəş vannasını qəbul edirlər. Və insan gərək bədəni müəyyən dərəcədə açıq sahədə günəş şüası düşsün ki, o gündüz gün ərzində 500 vahid D-sini alsın. Təmin də qəbul edəsiniz. Çəxam, sizə sual var. Oğlumun 17 yaşı var, ağır skalyozdur. Həkimlər əməliyyat deyiblər. Pilateslə və yoga ilə skalyozu müalicə etmək olarmı? Ağır skalyozdursa, demək ki, Həkim də yazmayıb 50 dərəcənin üstündədir. 50 dərəcə, Türkiyədə falan 40 dərəcənin üstündə əməliyyatdır, amma Amerika 50 dərəcənin üstündə əməliyyatı önərir. Yəni artıq 30 dərəcədən sonra pilateslə heç bir şey edə bilməz. 30 dərəcəyə çatmamış pilateslə məşğul olmalıdır. Qızımın 2 yaşı var, bu yaxında müəyyən etdik ki, ayağının altı düzdür. Düz daman sendromu belə. Hə, masaj, nə olar, suallarınızı rahat yazın, Instagrama yazın. Masaj heç bir şey etməz ona. İdmanla həll etmək mümkündür. İdmanla həll etmək olar, bəli, amma masaj ona heç bir şey etmir. Çünki masaj nədir? Masaj bədəndə olan tonusu aradan qaldırmaq üçün ödülən bir şeydir. Masajın müalicəvi... Onu idmanla necə aradan qaldırmaq olar? Ayaq düzdüyünü? Onun xüsusi idman məşqləri var. Bəli, baxın, yaslı pəncəlik ümumiyyətlə irsi olur. Bu daha çox valideyndən gələn olur. Elə onurğa əyriliyinə də gətirən səbəb 80% hallarda pəncədir. Bu bir. Biz millət olaraq uşaqlarımızı düzgün geyindirmirik. Baxın, uşaqları ayaq yalın qoymuruq. Və bu proses get-gedə ağırlaşır. Onun üçün valideynlər ilk gündən uşağın ayağını... Xaricidə hamı uşaqlara ayaq yalın deyir. Bəli. Biz amma uşağı çıxardırsan 4-5 dənə kalqotka. Biz çox üzr istəyirəm. Biz bağçada, mən Sovetlər Birliyində oxumuşam. Bağçada qumun içərisində böyüyürdük. Bağçanın özündə qumlar var idi. Yuyunurduq orada, ayaq yalın gəzirdi, şortiklə. Yox, 3 dənə corabı üst-üstə geydirirlər. Soyuq olar. Və ona görə də problemlər artır. Bu da pəncənin yerlə təmasının qarşısını alır. Dəniz sahilində qum üzərində gəzməlidirlər ki, profilaktika olsun. Əlbəttə. Dənizimiz var, qumumuz var, dənizimiz var. Bunlar hamısı var. Allah nemət verir, amma istifadə eləməyə yer Sonra uşaqlara gəzməyə... Antalyaya dünyanın pulunu tökürlər. Uşaqlar gəzdi, gəzmədi, onlara sapaşki, tufli alırlar. Bu düzgün deyil. Ümumiyyətlə, qalın padoşvası da altı olan ayaqqabı almaq düzgün deyil uşaqlar. Uşaqlar hiss eləməlidir. Təmbəl öyrənirlər. Touching ol, toxunuş olmalıdır yerə ki... Basmalıdır. Bəli, basmalıdır ki, o reseptorlar inkişaf edir. 12 yaşdan sonra əzələlərimiz formalaşmaya başlayır. Bu əzələnin normal formalaşması üçün də 12 yaşa qədər dövrə diqqət etməliyik. Ki ondan sonra bu, məsələn, 30 dərəcədən yuxarı skalyozun başlanma səbəbi birdən-bir 30 dərəcə olmur. Onun başlanma dövrü var, yəni başlanğıcı var. 2 yaşından sonra artıq başlayır. Buna valideyn də nəzarət etməlidir ki, bu onurğa haçan başlayıb əyilməyə. Yəni, əlbəttə 50 dərəcə əməliyyatlıqdır. Və yaxud da düz pəncə 2 yaşında artıq tenis topları var. Yəni, internet dövrüdür, istənilən, yəni, bayaq sizin də dediyiniz kimi, araşdırıb baxmaq olar, o əyləncəli verilişlərə baxmaq əvəzinə, 2 dəqiqəni ayırıb ona baxmaq olar. Tenis topu ilə onu müalicə edirlər. Yəni, onun xüsusi bir müalicə şeyləri var. Yəni, onun üçün valideyn əgər həkimə müraciət edirsə, mütləq uşağı çılpaq soyundurmalıdır pediatr. Onun onurğasına, pəncəsinə baxmalıdır. Və yaxud da özünün şübhəsi varsa, uşağını soyundurur, arxadan baxır, onurğa düzmü gəlir, kürək sümükləri simmetrikdirmi, pəncə necədir, yeriyəndə ayaqda içəri basılma varmı, yoxmu? Valideyn əgər şübhəsi varsa, onun son diaqnozu rentgen göstərir. Uşağı rentgen edərkən, konkret siz az öncə verdiyiniz bucağı müəyyən edərək, uşağı vaxtında qarşısını almaq olar. Yəni onu idmanla, gimnastika ilə qarşısına almaq. Amma bu da o demək deyil ki, çox üzr istəyirəm, bu da o demək deyil ki, bizdə materiallar, kitab, dəftərlər çoxalmalıdır deyil. Yəni uşağın gündəlik ehtiyacı olan o fiziki ağırlıq miqdarını nəzərə almadan kitablar çoxdur. Həddindən artıq, hətta üstə gəl. Hazırlıq kitabları da onun içərisinə gəlir. Məşğələyə gedilmək, qalır sonra dərsdən sonra. Qaldırmaq olmuş. O materialları uşağın, mən özüm götürəndə qolum ağrıyır. Yəni o uşağın niyə biz uşaqları o formada, deyək ki, fizioloji hər şey qaydasında da bu prosesləri elədik və məktəbə göndərdik. Yəni, bilirsiniz, bizdə bir adekvat reaksiya olmalıdır da. Məktəb bizə ötürməlidir, biz məktəbə ötürməliyik. Bu çatışmazlıq var. Təhsil Nazirliyi buna mütləq baxmalıdır ki, uşaqların materialları, hazırlıqları, get-gedə il-ildən də artır. Ağırlaşır çantaları.
sağ olsun Çinin də istehsal elədiyi o qədər vasitələr var. Uşaq kalkulyator götürür, ruçka qələm götürür, hər şey götürür və uşağın çiyini təbii olaraqdan deformasiya olacaqdır. Bəli, bu nə vaxtdan gedən söhbətdir, amma hələ ki heç Baxmalıdırlar. Yəni bu önəmli məsələdir. Peynəklə bağlı Nurəngiz xanım bir sualdır. Deməli, daha çox reklam olunan bu onkoloji peyvəndlərlə bağlı reklamdır ki, 19 yaşına qədər qız uşaqlarının peyvənd olunması. Bir nəfər sual yazıb, amma biraz belə tam sualı uyğunlaşdıra bilmirəm, amma mənim üçün də bir maraqlı məqamdır ki, bu adını çəkməyəcək də, yəni ki, peyvəndlər qız uşaqları, ailə qurmayan qız uşaqları üçün bu peyvəndlərin nə qədər önəmlidir? Siz yəni 21 yaşa qədər Bəli, bizim səhiyyəmizdə dövlətdə o virusa qarşı papiloma virusudur. Bəli. Papiloma virusuna qarşı peyvənddir. Bəli. Eləcə də deyirik. Bu 9 yaşında qız uşaqlarına aparılır ki, gələcəkdə onkoloji 9 yaşında aparılmalıdır ilki. Ki, yəni gələcəkdə o viruslar ağırlaşma verməsin. Bəli. Amma onu seçim olaraq özəl xəstəxanalarda, yəni bəzən mənim pasiyentim yanaşır. Nə məsləhət görürsünüz siz? Mən öz qızıma etməmişəm. Aydındır. Yəni etmədim, amma elə həkimlər var ki. Praktik. Yəni siz də etməmisiniz. Bəli. Mən də əslində qorxaram. Yəni təbii ki, bu kimisə fikrindən daşındırmaq deyil, hər kəs seçim üzərindedir. Mənə gələndə mən də təbii ki, qorxuram və onun hansı fəsadı olub olmayacağını da bilmirəm. Gələcəkdə ola bilər ki, onun doğrudan da bəlkə yaxşı bir şeydir. Hələ mən gözləyirəm ki, o özünü necə göstərəcək, o peyvəndlərin doğrultsun özünü. Ondan sonra, yəni ki, bəlkə də D vitamini ilə bağlı, ay Allah, nə qədər verək, dozası nə qədər olmalıdır, 15 yaşında nə qədər, 17 yaşında nə qədər. Bilirsiniz, bax, mən o suala bir cavab verim. Uşaqlarda və yaxud da böyüklərdə D-ni yoxlamaq lazımdır, qanda. Əgər vitamin D-nin miqdarı 60-dırsa, 55-60 arasındadırsa, bu ideal qiymətləndirmədir. Yəni, əgər siz onu D-ni verə-verə yoxlamışıqsa, həmən o verdiyiniz doza optimal dozadır. Bir də var, hər bir insanın tələb olduğu doza ki, yəni sağlam. Profilaktik olaraq, məsəl üçün, günə 1 damcı 500 vahid və yaxud da 1000 vahid, 2 damcı, əgər onun dozalanmasına uyğundur. Yəni 500-1000 vahid hər bir insan, böyük, kiçik içə bilər onu. Vitamin D-ni qidalardan ala bilərikmi? Əgər vitamin D-nin defisiti varsa, dediyim kimi 60-dan aşağıdırsa, heç bir qidana biz D azlığın, dəmir azlığın ödəyə bilmirik. Maddənin azlığı varsa, o dərmanla ödəməlidir. Amma mən öz-özdən bir dənə məsələdə toxunum. Mənə elə gəlir ki, bu sualların daha çox verilmə səbəbi internetdən baxılan müəyyən videoroliklər olur. O videoroliklərdən baxırlar simptomlara, baxırlar ki, mənim uşağımda görən belədir, mənim uşağımda. Yəni siz deyirsiniz... Çox çaşdırır amma Murad, Instagramda o bəzi şeylər var ki, bəzən yanlış blogerlər, bilirsiniz, o müəyyən, yəni ki, həkimin konsultasiyası olmadan artıq qənaətə gəlir. Özündən hətta D vitamini verən insanlar da var. Yəni kimsə gedib, onda bu var, simptomatika var, mənim də uşağımda bunlar var və götürür verirlər. Yəni bunun kimi yanlış bədəni pasiv formalı tənbəl eləməkdən uzaq durmaq lazımdır. Yəni mütəxəssisə müraciət edin, normativə baxın, ondan sonra verməyə başlayın. Razıyam. Olmaz yəni belə. Reklamlara keçir, reklamlardan sonra Çiçək xanım sizə boy artımı ilə bağlı sual var ki, idmanla boyu artırmaq olarmı? Reklamlardan sonra Çiçək xanım cavab verəcək. Biz canlı efirdəyik, telefon nömrələrimizi görürsünüz, Instagram əddən artıq suallar çox gəlir. Amma canlı efirdə də istəyərik ki, sizin suallarınızı belə deyək də səsləndirək və əlbəttə ehtiyac olarsa, yəni həkim də var studiyamızda, psixoloq da, yoga mütəxəssisi də öz pulsuz, bugün pulsuzdur. 2 saat ərzində hər şey, bütün müalicə pulsuzdur. 2 saatdan sonra pullandır. 562-21-23 əziz tamaşaçılar, qoşulun bizə. Suallarınızı verin, özünüzlə bağlı, uşaqlarınızla bağlı. Bugün infeksiyon xəstəliklər çox yayılır. Vitamin D ilə bağlı, ümumiyyətlə antibiotiklərlə bağlı, uşaqları necə sağlam böyüdək, qidalanma, uşaqlar fast food nə gəldi, yeyirlər, içirlər, bu qazlı içkilər, o da bir başımıza bəladır, bu qazlı içkilər. Ay Allah, bilmirsən, nə eləyəsən? Mən bir dənə şey deyim, bu dəhşətli bir fakt deyim. Bu il 2-3 dənə, belə deyək də, park, belə deyək də, nə deyirlər ona? Sentrlər, mərkəzi sentrlərdə olduq. Siz inanırsınız, nə qədər, bir dənə yer tapmadım mən oturmağa. Hamısı fast food, hamısı qızartma, yağlı.
hazır qidaların Uşaqlar başqa yerə getmir. Asıllıq Bu yaranır. niyə Siz asıllıq inanırsınız, yaradır? valideynlər heç onlara imkan vermirlər. Valideynlər özləri yeyirdilər orada. Uşaqlar Çünki baxırlar, valideynlər- valideynlər özləri Uşağın asılıblar. qarşısından götürür o kartofları, o çipsi Dəhşət kartofları. dərəcə, Necə patoloji yeyirlər, dərəcədə ay çoxdur Allah. yəni. Bunun axırı O bir mayonezlərə nöqtədə batırırlar, ketçuplara batırırlar, valideynlər Souslara. yeyir, sousları yeyir. Niyə boyda da olurlar? Qadınlar sonra Nurəgis xanım bizə baxır, nə yaxşı siz arıq qalmısınız. Abam, siz daha yeyirsiniz qazan-qazan. Və hərəkət etmirsiniz. Hərəkətləri də Bəli. yoxdur da. Kalori açığı yaratmaq lazımdır o çəkini atmaq üçün. Yediyindən daha çox kalori xərcləməlisən ki, o sənə piyə dönüşməsin. Gecə axırıncı saat nə vaxt olmalıdır yemək üçün Şeyx xanım? Saat 8-dən sonra olmaz. 8-dən Yuxu sonra? saatınıza bağlıdır. Yəni əgər 9-da yatırsınızsa saat 6-da yeməlisiniz son yeməyinizi. Aha, 9-da 12-də yatan var yatırsınızsa saat 8-də yeməlisiniz. Sonuncu telefonla saat yeməyi. 2-yə qədər Saat baxırlar. 2-yə qədər otururuq. Və sonra da saat istər-istəməz atışdırmalıq Bəli, istəyirlər. bəli. Çünki beyin sənə avtomatik Və siqnal səhər də göndərir ki, tərəzi yeməlisən. üzərinə Boy çıxsa artırma, vəssalam. boya görə artır, siz Şeyx amma boy artırma deyir, oğlum mənim 9-cu sinifdə oxuyur, boyu 1 metr 50 santimetrdir. Balacadır, genetikdir də. Burada yəni. Bir bəli valla atanın boyuna baxmaq lazımdır, ananın boyuna baxmaq lazımdır. Bunları qoyaq bir qırağa. Aha. İndi pilates tərəfindən baxaq buna, idman tərəfindən. Əgər postur pozukluğu varsa, onurğası önə doğru əyilibsə, boynu qabağa doğru gəlibsə, ayaqlarında əyrilik varsa, bir pilateslə məşğul olduğu zaman onlar avtomatikən düzəlir. Onurğa 3 sm-ə qədər uzanır və ən çox uzana bilər 3 sm. Çünki onurğa öz normal anatomik Neçə yaşlıdır? quruluşuna 8-ci Çəkisi sinifdə var. oxuyur. Çəkisinin adını yazmır. 8-ci sinif neçə yaşı olur? 8-ci Sinifdə sinif 12-13 yaşında, 13 yaşında. 12-13 Nəyəsən bu əldə bir vaxtlar deyirdilər. Bu deyirlər deyəndə ki, tibdə var da bu əl hissəsində. Bu nə dərəcədə doğrudur? O çox doğrudur. Yəni sümükləşmə nöqtəsini göstərir ki, sümükləşmə nöqtəsi yekunlaşıb yoxsa yox. Rentgenə əsasən ehtimal etmək olar ki, bunda boy artımı dayanıb yoxsa yox. Ümumiyyətlə əvvəllər deyirdilər ki, boy 21 yaşacan artır. Amma son məlumatlara görə, dediyimiz o fast foodlara, energetik içkilərə görə boy artımı müəyyən dərəcədə yəni azalıb. Və hesab edirlər ki, artıq 15 yaşdan sonra aktiv boy artımı yoxdur. Aktiv boy artımını biz 15 yaşacan təmin etməliyik. Burada yenə də vitamin D faktor. Amma az öncə dedim, vitamin D bəzən valideynlər deyir ki, biz uşaqlarımıza veririk. Nə qədər veririk, qalxmır. Burada son illər tibbdə belə bir anlayış var. Genetik olaraq vitamin D-yə qarşı reseptorların həssaslığı yoxdur. Nə qədər D veririk, həssaslıq yoxdur. Eyni şey dəmirdə də olur. Neyniyə bəs onda? O genetik xəstəlikdir. Genetik olaraq D-ni, məsəl üçün dəmiri qəbul eləmir. Onun əlacı nədir? Bunu bəzən biz infuziya şəklində də həmən dərman preparatları eləyirik ki, effekt olsun. Amma o ki, qaldı bizim boy məsələmizə, boy artımının 3 dənə böyük sirri var. Birinci, valideynlər 17 yaşa qədər uşaqlara günortadan sonra şirniyyat verməməlidir. Şirniyyat boyu tormozlayır. Bu bir. İkinci vacib, 7 dəsmal İkinci vacib xüsusiyyət. Uşaqlar zülmət qaranlıqda yatmalıdır. Allah bizə axşamı qaranlıqda yatmalıdır. Biz amma svitilnik, işıq, nə bilim, elektronikaların işığı və s. hətta televizorun işığı olmamalıdır. Zülmət qaranlıq. Üçüncü vacib nüans yuxunun vaxtında olmasıdır. Yuxu yəni 21-22 arasında olmalıdır ki, uşaqların həmən o melatonin ifrazı olaraq yuxu hormonu normallaşsın və boy da normallaşsın. Bioloji aktiv əlavələrlə bağlı suallar çox gəlibdir. Böyüklər yazır, əslində uşaqları ilə bağlı soruşurlar ki, biz bioloji aktiv əlavələrdən istifadə çox populyardır bioloji aktiv əlavələr. Omega 3, çox bu blogerlər, o su, bu su hamı reklam eləyir. Bioloji son vaxtlarda telefon var, telefona cavab verib sualımı verəcəm. Alo. Salam, mən görürəm. Salam əleykum. Mən bölgədən zəng eləyirəm. Hardan zəng eləyirsiniz? Füzuli rayonu. Füzuli rayonu, bəli. Eşidirəm sizi. Dünən saat 9-dan temperaturum qaldı, dünənə kimi normal idi. Neçə yaşınız var? Temperatura 38-dən düşür, 37 yarıma, bir də təzdən qaldı. İndi bu saat analgen dimidron, bir də bazol vurmuşum. Görürsünüz. Olmaz. Görə nə olur? Hələ də dərman atmamışım. Hardan öyrəndiniz? Onu bir dənə soruşun. Hardan öyrənib o? O iynələri hardan Harda vurdunuz? kimsə deyib o iynələri vurmaq lazımdır? Mən özüm vayen olmuşam, amma orada istifadə edilmişəm də belə dadıqlanır. Qızdırmadan başqa hansı şikayət var? Qızdırmadan başqa? Heç yerim ağrımır, eləmir, amma temperaturum var. Aha, birincisi onu deyək ki, analgin artıq dünyanın 40 ölkəsində qadağa olunub. Nə uşaqlara, nə böyüklərə təyin edilir. Sizin qızdırmanız varsa, necə? Bizdə satışda var amma. Bizdə satışda var. Analginin özünün effekti başqadır, yəni. Yəni o qızdırma zamanı
yəni təyin olunmur. Olmaz. Bu bir. İkinci, əgər sizin qızdırmanız yüksəksə, siz ibuprofen molekulası 400 mg içə bilərsiniz, yəni qızdırma salıcı. Bir də virus əleyhi. Amma onun effektivliyi o zaman olur ki, ilk 48 saatda onu başlayarlar. İlk 48 saatda həmin virus əleyhi preparatı gündə 2 dəfə içməklə virusa təyin təsir. Dostlar, xahiş edirəm Nurəngiz xanımın adını çəkdiyi dərmanları tam efirə verək. Çünki bunlar insanlara həm kömək eləmək üçündür, həm yardım eləmək üçündür. Və bunlar molekul adıdır. Dərmanın adı deyil. Yəni bunlar molekul adıdır. Çox xahiş edirəm, Anar bildir bizim yəni redaktorlarımıza da bu Nurəngiz xanımın adını çəkdikləri molekula adıdır. İnsanlara bizim bir yardımımız, bir xeyrimiz olsun. Yəni kəsilməsin lütfən. Analgin və üzr istəyirəm, həmən antibiotik içməyə tələsməsinlər. Onsuz da antibiotik virusa təsir etmir. Yanaşı olaraq, əgər həkim qulaq asır, ciyərində pnevmoniya var, iltihab var, bəlğəm var, öskürək var, təngi nəfəslik var, gecə yatarkən narahatçılıq var. Maye çox içməlidirlər. Maye, yenə də deyirəm, maye də dərəcəsində, isti şəkildə mayələrin içilməsi tövsiyə olunur. Düzgün qidalanma, vitamin C ilə zəngin qidalar. Mən həmişə deyirəm, probiotiklər. Probiotik ən çox nədədir? Duza qoyulmuş kələmdə. Yəni, onlar çox yeyir, vitamin C ilə zəngin qidalar, it burnu dəmləməsi, zoğallı çay hətta çox faydalıdır. Yəni belə şeylər. Təşəkkür edirik. Zənglərinizi gözləyirik. 562-21-23 canlı efirdəyik. Suallarınız gəlsin. Hər halda sizə bir yardımımız dəyilmiş olacaq. Və bir dənə də məsələ, yəni qızdırmadan qorxmaq lazım deyil. Qızdırma bədənin normal özünü müdafiə mexanizmasıdır. Yəni biz qızdırma olan kimi onu aşağı salmağa çalışmamalıyıq. Doktor qeyd elədi, profilaktik prosedurları eləmək lazımdır. Biraz səbirli olmaq lazımdır. Yəni biz sanki bədənimizin yerinə də, bədənimizin yerinə cavab veririk. Və analgin dimidrol nədir ki, onu görmürsən kimdəsə və istifadə edirsən. Hətta effekt olsa belə, bu normal bir şey deyil ki, 40 dərəcə temperaturu birdən-birə aşağı salırsan. Bu normal bir proses deyil, yəni bu sağlam bir yanaşma deyil, yəni bunu bilmək lazımdır. Aha, Çiyə xanım, deməli 4 ilə yaxın pilateslə məşğul oldum, çəkimdə heç bir dəyişiklik olmadı. Pilates arıqlamağa kömək etmir. Ənənəvi sual. Bəli, ən çox rastlaşdığımız sual. Nida. Rövşən xanım, Joseph Pilates 70-ci illərdə, 60-cı illərdə hətta bunu kəşf edəndə onun qapısını heç kim döyüb deməyib ki, mənim 100 kilom var, mən necə arıqlaya bilərəm? 3 nöqtə qoya bilərsiniz fikirlərinizi. Alo. Alo. Salam, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir. Özünüzü təqdim eləyin xanım. Mən Bakı şəhərindən qoşulmuşam verilişə. Lap yaxşı, adınızı söyləyin və probleminizi deyin. Problemim 3 yaşında oğlumun telefon asılılığıdır, 3 yaşı var. Bəli. Yəni gün ərzində azda 1-2 saat baxır da telefona, TikTok-a əsasən də. Nəyə baxır? TikTok-da nəyə baxır? 2 yaşında uşaq TikTok-a. TikTok-da multfilmə, yəni maşınlara, nə bilim belə oyuncaqlara, uşaqlarla bağlı olan videolara yəni. Sadəcə mən deyirəm, evdəkilər mənə deyirlər ki, yox uşaqdır da, yəni hər kəsdə telefon var, baxsın, heç nə olmaz. Dilində də gecikmə var. O zaman evdəkilərə məlumat verərik buradan ki, Siz bildirin, sonra Şeyx xanımda fikir olacaq nəsə. Birinci onu qeyd eləyək ki, uşaqların telefona belə deyək, hətta multifilmlə, cizgi filmlərinə belə baxmaları müəyyən bir limitdə olmalıdır. Yəni biz uşaqları məhrum eləməklə belə deyək, effekt ala bilmərik. Çünki asıllıq yaranır artıq. Çalışmaq lazımdır ki, gün ərzində yemək yemədən, yatmağa hazırlamadan, yəni elə bir dərs oxumağa hazırlamadan, yəni nə rüşvət xatirinə vermək lazımdır. Yəni boş vaxtlarında 1 saat, deyək ki, 3 yaşı var uşağın, 3 yaşı var, 3-cü sinifdə oxuyur dedi. 3 yaşı var. 3 yaşı var uşağın, yəni maksimum 1 saat olmalıdır. Onu bölə də bilərik biz, 20 dəqiqə, 15 dəqiqə, amma qeyd etdiyim kimi yemək və yuxu məsafəsinə girməmək şərti ilə. Müəyyən bir limitə salmaq lazımdır ki, uşaqda sala bilsə salar da, deyir sala bilmirəm, neynəsin? Çünki ona müdaxilə eləyir kimsə. Nə dedi? Bunu mən belə deyirəm, dedi. Yəqin ki, atası, qaynana və qaynata, ata, ana, bilirsiniz, onlar da verirlər. Bu valideynin o müəyyən dominantlığını itirirlər. Yəni ki, uşağın əlinə verirlər telefonu ki, heç nə olmaz, kiminsə uşağa baxıb, o da baxa bilər. Yəni, bunun zərərli olduğunu birinci böyüklər başa düşməlidir ki, ona görə də uşaqları sağda qoysunlar. Bu, Wi-Fi kimin əlindədir evdə? Böyüklərin əlindədir də. Təbii olaraq da internetə böyüklər girir ki, uşaqlar girirlər. Murad bəy, bəzən valideynlər özləri baş qulaqlarının sakit olması üçün də gəlir işdən yorğun arğın. Hələ bir uşaq da cığ, bığ, divara dırmaşır. Yəni deyir, Allah telefonu qoyuna, sən Allah planşetdə və uşaq neynəsin? Neynəsin uşaq? Rövşənə xanım, mən sizə bir şey soruşuram. Evdə akvariumunuz var və yaxud da itiniz var, pişiyiniz var.
Onlar üçün siz elə deyə bilərsiniz. Valla iti evdə saxlayanda Onlara qayğı, peyvənd, yemək, içmək, vaxt ayırırsınız da, düzdür? Bəli. Bu, yəni demək istəyirəm ki, canlı üçün, uşaq üçün vaxt ayrılmalıdır. Vaxt ayrılmadan uşağı əlinə telefon verərəkdən nə istəyir eləsin, yeməyin özü də problemdir Bizim vaxtımızda telefonla. telefon olmuyor. Biz eləmişik 3 yaşımızda. Yadıma da gəlmir. Biz düzgün vaxt Çünki biz oynamışıq, əylənmişik, danışmışıq, qohum əqrabıya gedib gəlmişik, o vaxt valideynlə qohum söhbət eləmişik, valideyn bizə hifslənib, bizdə hifslənmək də yoxdur indi. Verirlər telefon ki, ged bax, səsin kəsilsin. Kitab oxuyan da yoxdur, Nurəngiz xanım. Heç kim kitab oxuda bilmir uşaqlara ki, bunun əvvəl indi 3 yaşında uşaqdan getmir. Bu 15 yaşındakı kitab oxuyan Amma var. 3 yaşında uşaqlar üçün də kitablar var. Əslində Götürmürlər, valideyn heç istəsə istə oxuyan Ən gözəl tərbiyə, hər şey ən valideyndə gözəl bitir. tərbiyə yaşayaraqdan öyrədilən bir tərbiyədir. Valideyn özü kitab oxumursa 1000 dəfə də desin ki, uşağa kitab oxu, xeyri yoxdur. Mümkün deyil. Şeyx xanım, nəsə demək istəyirsiniz? Bəli, 3 yaşında uşaq əgər telefona baxırsa, saatlarla telefona baxırsa, artıq bunda düz boyun sendromu yaranıb. Onu mənə yandan şəklini çəkib göndərsin, mən onu poster analiz edim və bir müddətdən sonra o uşaq 6 yaşına gələndə artıq açıqı taxacaq. Çünki taxırlar onsuz da. Bəli, sinirlər zəifləyir, dartınır, gözə ötürülən sinir görmə qabiliyyəti zəifləyir, beyin qan dövranı zəifləyir. Çünki boyun bu dəyərləri necə qalır? Onurğa beyni Neçə necə yaşa qədər bu ötürsün? ciddi? 20 yaşdan sonra problem yaratmaz ki. Telefon hər yaşda yaranır. Mənim də problemim var. Sizdə olmayacaq, sizdə. Yəni baxın, birinci onu deyim ki, Makarinkaya müraciət ediblər ki, mən uşağımı tərbiyə eləmək istəyirəm, bir həftəlikdir, mənə kömək eləyin. Deyib ki, sən bir həftə gecikmirsən. Yəni biz doğulandan, mənə pasiyentlər gəlir, yeni doğulan uşağı mən müayinə edirəm, telefonu göstərirlər, multik və s. Bax, bundan elə başlayır asıllıq. Amma baxın, telefonla oynayan uşaq, mənə nevroloji pasiyentlər çox müraciət edir. Gözlərində tik var, gözlərini qırpır. Niyə? Çünki davamlı telefona baxır, gözümüzün müdafiə funksiyası var, selikli qişalar yuyulmalıdır. Və o davamlı baxarkən gözdə quruluq yaradır. Uşaq özün gözünü davamlı qırpır ki, nəmişli olsun. Çünki qıc olmalar olur telefona çox baxanda. Son illər mənə şikayət nə gəlib? Uşaqlarda davamlı qəbizlik. Uşaq o qədər telefona halidədir ki, tualetə gedə bilmir. Enurez var, sidiyi saxlaya bilmir. Yəni görün necə ciddi fəsadlar olur, yəni bu telefon asıllığı. Verilişimiz canlıdır 562 21 23. Ben önce size sual vermiştim uşaqlarla bağlı. Hem boyla bağlı deyəsən bir sualımız var değil mi? Bak telefon var yenə də. Alo, sizə gəldi sual. Kilo ilə bağlı. Hə, çəki ilə bağlı. Pilates arıqlatmır. Bir tamaşaçı yadınızda saxlayın. Alo. Alo. Eşidirəm sizi. Salam, hər vaxtınız xeyir. Bayramınız da mübarək. Çox sağ ol, sizlə bahəm. Orada öpürəm, ürəyimə basılar. Təşəkkür edirəm, buyurun. Mənim nəvəmin 4 yaşı var. 2 yaşından sonra elə ağlayır, zafat ağlayır. Uşağı dindirirsən, oyuncaq da verirsən, çörək də verirsən. Hər bir şey uşağın sual verin. Danışır. Danışır uşağınız, xanım. Gəlir danışır uşağımız. Danışır. Onda Ancaq ağlayır da, elə dindirirsən ağlayır. Bəzən uşaqlar... Tək deyil, uşağı soruşun. Sual verək, xanım. Tək deyil. Tək deyil. Böyük var, uşaq evdə, böyük var. Anası var, atası var. Yox, uşaqdan böyük uşaq var. Yox. Uşaqdan kiçik var. Yuxusu normaldır mı? Yuxusu normaldır mı? Bəli. Yuxusu, necə yatır? Nexti də vaxtında danışır. Yuxusu. Yuxusu necədir, yuxusu? Yuxusu normaldır. Onda ağlamaq onda vərdiş kimidir. Yəni hər bir şey bir uşaq ola bilər o. Bəli, bir dəfə ağlayarkən nəyəsə nail olur və davamlı ağlayaraq o vərdişə də bəzən keçir. Əgər uşağın Dindirirsən də ağlayır. Çox üzr, xanım, sizdə imkan neçə yaş var uşağın? 2 yaş. 4 yaş. Uşaqlarla bir yerdə olanda necə olur bəs? Bir yerlərində də olanda, indi uşaq qardaşdır da, bir-birinə toxunanda beybilə ağlayır, inandırırsanız da səhər atılır. Siz yəqin çox ərkəsön eləmişsiniz. Ərkəyin eləmişik. Bəli, ərkəsön eləmişsiniz uşağı. Biraz çalışın, yaxşı olardı ki, bağçaya qoyasın uşağı. İndi bağçadadır uşaq. Və yaxşı Bağçada olar. necə apardı özünü? Bağçadan da gəlir, deyirsən ki, Kamran, nə edirsən mənim qobra, Kənan, niyə ağlayırsan? Ağlayır özü-özünə. Bəs bağçada necə olur? Bağçada necə aparır özünü? Bağçada da hərdən belə ağlayır. Təzə qoymusun bağçaya? 1 il olar qoymuş. Bir ildə ağlayır uşaq, bir ildə Yox, bu uşaq 1 yaşından bağçaya gedir. Xeyr.
4 yaşı var ya uşağın. 2-dədir. Biz Yox, yox, Ha. 4 yaşı var. 3 yaşından bağçaya qoyubdu. Xanım, mən sizə məsləhət görərdim. Siz o ağlamağa fikir verməyin və müəyyən dövrdən o ağlama vərdişdən çıxacaq. Belə pasiyentlər çox olur. Yəni uşaq ağladıqca, biz ona diqqət elədikcə artır o. Həmən ağlayan uşağı biraz diqqətdən kənar qoyanda o görəcək ki, heç kəs ona fikir vermir, o vərdiş azalacaq. Sizcə vərdişdəndir Nurəngül xanım? Bəli. O qədər Təşəkkür edirəm sizə. Çox sağ olun xanım, təşəkkür edirik. Yəni qorxulu bir şey yoxdur. Əslində bu ciddi bir problemdir valideynlərə görə. Çünki uşaqların bu dönəmlərdə şantaj böyük uşaqlarda və tək olan uşaqlarda adətən şantaj, kapriz eləyəndə, nə isə bir şey istəyəndə ağlamaları olur. Hətta evdə hər hansı bir əşyaları var, onu yenə də görəndə ağlayırlar, evə gətirirlər. Qonşuda. Bunu qətiyyən etməmək lazımdır. Manipulyasiya deyirlər, uşaq manipulyasiyası. Yəni uşaq tədricən valideynin diqqət və o diqqət mərkəzində olmaq üçün həmin o əşyaları aldırır. Ağlasa belə, bilirsiniz necədir? Rövşənə xanım, uşaq ağlama ehtiyacı var. Bunu bilmək lazım. Necə ki, temperaturda zaman lazımdır. Uşağın da ağlama ehtiyacını ödəməlidir. Ağlaya da bilməlidir, yıxılmalıdır da, əzilməlidir də. Biz ona imkan vermirik uşaqlara. Ağlayan kimi səsini kəstirmək üçün nə isə veririk. Qətiyyən bunu etməmək lazımdır. Bu, gələcəkdə şantajçı, ondan sonra kapriz, özündən razı, o egomaniya deyirik, egalomaniya. Biraz belə bir formaya gətirib çıxarır. Uşağın ağlaması, kapriz göstərməsi və valideyn o tərəfdə öz işini görməsini və bu ailədəki kimi etmək lazımdır. Təşəkkür edirəm Murad bəy. Pilates arıqlatmır. Bəli. Joseph Pilates bunu tasarladığı zaman, icad etdiyi zaman heç kim onun qapısını gəlib döyüb demədi ki, mənim 100 kilom var, mən necə arıqlaya bilərəm? O məntiqlə bu pilatesi ortaya çıxartmayıb. O nə məqsədlə çıxardıb? Sağlamlıq məqsədlə. Onurğası sağlam olmalıdır, onurğa güclənməlidir, ayaqlar, qollar, postur falan filan bu məntiqlə baxıb. Əgər arıqlamaq belə deyim də, bugün bizim yediyimiz qidalar 3 gün müddətində ödəm olaraq bədənimizdə birikir. 3 gün ərzində əgər sən ona heç bir şey etməsən, detokslar etməsən, hərəkət etməsən, bədənin onun ehtiyacı olan şeyi ona verməsən və ya 10 gün ərzində yağa çevrilməyə başlayır. 10 gün ərzində. Yəni həmən yediyimiz kimi olmur. Xeyr, həmən yediyimiz kimi. Mən axşam yeyib səhər tərəziyə çıxanda 2 kilo artımım gəlir. Ödəmə çevrilir. O ödəmə çevrilir. Yəni o artıq mənim çəkim deyil. Siz bugün yediniz, yeyirik, yəni hər kəs kimi. Bugün yediniz, səhər durub detoks içəcəyi, hansısa bir detoks içəcəyi içsəniz, o ödəm yavaş-yavaş bədənə sormaya başlayacaq. Detoks deyərkən məsələn nə məsləhət görürsünüz ki? Səhər də siz sonra pilatesə gəlirsiniz, hərəkət edirsiniz. Mən qaynar su içib gəlirəm sadəcə. Onun artıq yağa çevrilmə ehtimalı yoxdur. Çayı. Ən bəsit detoksu, məsələn, chia toxumunu qaynar suya dök, səhər duran kimi iç. Əgər o biriləri əlin çatmırsa, o biriləri edə bilmirsənsə, ən bəsit odur. Limonlu su iç. Yəni ən asan versiya hər kəs. Səhər yuxudan duran kimi ilk işimiz ümumiyyətlə su içməkdir. Soyuq isti? Otaq temperaturunda qaynadılmış su olmasa daha yaxşıdır. Təmiz otaq temperaturunda su varsa, filtrələnmiş sular varsa, onu içsək daha yaxşıdır. Səhər duran kimi o suyu içirik. Bizdə su elə gəlir yasamalda, palçıq. Bəli. Mən başa düşürəm. O da başqa bir gəlirlər, hə? O da başqa bir problem. Su deyil ki. Başım çıxmır. Yaxşı buradan deyim su agentliyi, dövlət su agentliyi. Deməli bizim krant almaqdan yorulmuşam. Adam nə qədər ayın bu başı da krant alıram, o başda mənim maaşım ancaq kranta gedir. Niyə? Bütün bu qapağını açıram. Bilirsiniz nədir? Qum. Bir evin qumu deyə o. Yığasan, qurudasan, bir dənə ev tikmək olar qumdan. Bu nə sudur gəlir, mən başa düşmürəm bu yasamalda Zərdabi küçəsində. Yəni dəhşət deyir Nurəngiz xanım. O suyu düz deyin, o sudan içmirik. Belə su alırıq, elirik falan. Filtrim yoxdur əslində. Sonra əl yüz yumaq da olmaz. Filtr amma lazımdır. Xırt-xırtıldayır bütün. Krant almaqdan yorulmuşam. Siz filtrlə içmirsiniz suyu. Mütləq. Alıram da, su alıram. Bu belə baklarda su alıram. Dəhşətdir. Mən başa düşürəm. Sizdə də su belə gəlir. Siz də yasamalda olursunuz da. Elə su gələr. Deməli krantı açırsınız. Allahın da olsun. Qoxusu. Palçıq, palçıq, əməlli başlı. Valla yığıb saxlayasan, divara malaya əməlli başlı yarıyar. Bir divarın malası bitər. Bu su hara baxırlar, su agentliyi, su nə bilim, elə danışanda sonra tapmaq olmur onları da bir. Nəysə axır ki, canlı da efirimiz 562-21-23 detoks eləyin, amma ki, daha o palçıqlı su ilə yox da. Palçıqlı su ilə lap da, nə olar o şey? Su içmə alışqanlığı yoxdur, nə uşaqlarımızda yoxdur. Su deyən kimi qazlı içəcəklər içirlər ya falan filan. Yəni bunların özü də ayrı bir mövzuda, ayrı bir problemdir. Su içmə alışqanlığı yoxdur uşaqlarımızda. Hər şey belə baxanda, belə götürəndə formalaşmaq üçün hər şey valideyndə bitir. 26 il sonra o insan maketini görmək istəmirlərsə, əcaib formada insan maketini görmək istəmirlərsə, biz valideynlərin üstümüzə çox iş düşür. Həm telefon vərdişlərini aradan qaldırmaq, həm sağlam qida
qidalanma alışqanlığı yaratmaq. Aydındır. Kərə yağı ilə bağlı bir sual var. Nurəngiz xanım, yəqin ki, siz cavablandıra bilərsiniz. Uşaqlara kərə yağının verilməsi ilə bağlı son vaxtlar daha çox bu informasiyalar yayılır ki, uşaqlara kərə yağı çox verin, A vitamini filan. Amma bəzi həkimlər isə kərə yağını çox verməmək uşaqlarda yağlanmanın əmələ gəlməsinə səbəb olduğunu deyirlər. Sizin fikriniz bizə maraqlıdır. Ümumiyyətlə hər şeydə doz vacibdir. Yeni doğulan dövrdə, yəni uşaq ana südü alırsa, onun bütün faydalı maddələrini ödəyir. Amma 6 aydan başlayaraq biz əlavə qidaya keçərkən uşaqlara ilk olaraq bitki yağlarından başlayırıq. Bitki yağı, zeytun yağı. Zeytun yağı başlayırıq soyuq sıxımdan və yemək hazır olanda biz onu əlavə edirik də. Amma kərə yağına gəldikdə artıq 8 ayda biz onların qidasına günə 1 çay qaşığı, 5 qram da təxminən kərə yağı artıra bilərik. Amma burada bir məqam var. Uşaqda südə qarşı allergiya varsa biz bunu gərək ehtiyatla edək. Çünki bildiyimiz kimi kərə yağı daha çox inəkdən alınır və uşaqlarda əgər südə qarşı allergiya varsa onlarda bəzi allergik reaksiya olur. Və kərə yağını verərkən mütləq ərinmiş şəkildə verilməlidir. Bəzən valideynlər aldığımız plitka yağı verir, o ziyandır uşaqlar. Çünki onun qida zamanı, hazırlanan zaman parçalanmasında toksiki maddələr olur. Yəni yağı əridib vermək lazımdır. Əridilmiş yağ hazırlanır. Paketlenmiş də olmaz aslında. Əvvəlki kimi yox. Yəni həmən sok yağlarda, yəni o yağı əridib, hazırlayıb, necə keçmişdə emay rolunu qabaya. Onu belə vermək olmaz ki. Belə vermək qidada toksiki maddələr yaradır. Böyük də yeyə bilməz. Və səhər-səhər biz yağ çörək yeyirik. O olar, yeməyə qatıldıqda. Biz onu çörəyin üzərinə yağırıq, heç bir termiki abrabotka işlənmə olmur. Hədə bu belə paket yağ alırıq, yağla, cemlə, pendirlə yağını yiyib gəlirik pilatesə. Onlar yenə də konservləşdirilmiş hesab olunur. Olar, amma yeməyə qatdıqda mütləq əridilmiş yağ qatılmalıdır. Onu bilmirdim. Amma səhər yeməyində belə yağı yemək olar. Bir də ana südü ilə bağlı mən soruşacağım. Bugün qadınların çoxu ana südü ilə bağlı məsələn suallar da yaranırdı. Özüm də Instagramda filan görürəm. Yəni formalarının pozulması səbəbindən ana südü verməyi düşünmürlər və bəzi qadınlar da sinə əməliyyatı keçirdiyi üçün, silikonlardan, müxtəlif implantlardan istifadə etdikləri üçün bəzən ana südünün verilib-verilməməsindən bağlı suallar yaranır. Bu barədə biraz bizə məlumat verin. İndi qadınlar arasında çox yayılır. Bəli, mən Azərbaycanda ana südü ekspertiyəm və 5 il öncə ingilis dilində həmin o protokolu tərcümə eləmişəm, yəni bunu. Bunun 10 qaydası var, yəni ana südünün verilmə qaydaları. Ana südü verilən analar əksinə, onların siluetləri daha tez bərpa olunur. Niyə? Çünki əgər uşaq ana südü ilə qidalanırsa, onun südündə olan yağlar, lipidlər ananın qarın nahiyəsində piylənmədən gəlir, piydə olan yağlardan gəlir. Ona görə də əgər uşaq tam 6 ay ana südü ilə qidalanarsa, ananın qarın nahiyəsində olan həmin yağlar tamamilə ərimiş olur. Bu bir. İkinci, ana südü ilə qidalanan anaların heç vaxt süd vəzi xərçəngi olmur. Olsa da, bəli. Heç vaxt. Bəli, yəni statistikaya görə 95% hallarda qeyd olunur. Ciddi mi Nurəngiz xanım? Belə ki, süd vəzi xərçəngindən əziyyət çəkənlərin heç birisi süd vermir. Bəli. Gerçəkdənmi? Yəni artır risk. Və üçüncü osteoporoz. Əgər uşağı ana südü ilə qidalanırsa, onlarda sonraki yaş dövründə osteoporoz, artroz, sümük oynaq xəstəlikləri daha az rast gəlir. Və ən vacib də bağlantı. Yəni uşaq ana elə bunun psixoloji tərəfləri də var. Bunun psixoloji tərəfi odur ki, ana südünün ağrı kəsici xüsusiyyəti var. Uşaq ana südünü əmərkən tək qida almır. Onunla həm də sakitləşir, güvən alır. Ananın bütün genetik informasiyası uşağa ötürülür. Sonra deyirik ki, bizim insanlar niyə belə bəzən vəhşi kimi olur? Yəni, həmən o uşaqlar anadan aldığı yox, heyvandan aldığı. Mən həmişə deyirəm, hər verilişdə də onu deyirəm. Heç görmürsünüz bir inək öz balasına insan südü versin, amma biz öz balamıza heyvanın südü veririk. Bir də onu da soruşun, bəzi analar var ki, südü çatdırmırlar, yəni süd azdır, indi hamıda eyni olmur ki. Və keçilər onlar heyvan, keçi südü daha çox dəbdə olan biri. Adı keçi südü, onun bir ziyanı yoxdur ki uşağa. Yəni ideal deyil də, bilirsiniz necədir, burada problem doğum evlərindən başlayır, mən bunu açıqlamaq istəyirəm. Doğum evində uşağa süni qidalar verirlər. Yəni anaya psixoloji təsir edirlər ki, sənin südün yoxdur, mən gedim sənin uşağına simes verim, yoxsa o acından bir tər olur. Elə bir anlayış yoxdur. Yeni doğulanın mədəsi gilas boydadır. Onun tutumu cəmi 5 millidir. Və ananın da ilk südü, ağız südü, hansı ki uşaq üçün immun sisteminə cavabdehdir, cəmi 5 millidir ağız südü, malozi var. Hansı ki uşağın bütün genofondunu düzəldir, immun sistemini bərpa edir.
Bax, uşağa ilk olaraq o 5 milli südü verərsən, uşağı tam Amma analar bəlkə doğrudan onların südü yoxdur. Elə bir anlayış yoxdur Tibdə. Yəni, Mənə xəstəxanada- siz istənilən ana verin doğum zalından. Yəni mən Aha. özüm 4 ildə doğum zalında işləmişəm. Heç bir uşağa smes verməmişəm. Yəni ki, hətta keysəriyyə kəsi ilə doğulan uşaq. Mənim Yəni, ya, nəvəm qarşıda keysəriyyə çıxmır ki, kəsi qadının ilə südü doğulub. yoxdur. Xanım, Belə elə qadın- bir anlayış yoxdur. Deyirəm, Aa. mənim bu yaxınlarda Eşit nənə psixoloji olmuşam və nəvəm keysəriyyə psixoloji kəsi ilə yoxdur da, doğulub. elə- Ancaq ana südü. Yəni ana südü ən ideal qidadır. Əgər ana o zənciri qırmazsa, doğum evində ana ilə uşaq bir qalmalıdır. Bizdə nədir? Anaların da bəzən kaprizi olur. Nurəngiz xanım, mən dəfələrlə mənim də ətrafım böyük soruşur, deyirəm uşağa süd verirsə, deyir olmadı. Nə qədər Siz mənə- o süd Yəni- sağıcı Amma 5 alətlə milli nədir ki? 5 milli Beş nə milli- gedir? Sonra kəsilir, anaların, yoxdur. yəni kifayət qədər maariflənməməsidir bu problem. Necə olur ki, Yəni mümkün deyil də südü olmayan ana Analardan olsun. da başqa dünyada agalaktiya deyirlər də südü olmamaq. Elə bir diaqnoz yoxdur. Yalnız nə var? Şahan sindromu var tibdə. Baş beyinə qadının qan sızır. Ana insult vəziyyətində olur. Yəni həmin anaların südü olmur. Amma ana dünyaya uşaq gətirirsə, onun mütləq südü var. Bəs olmayanlar hara gedir onların südü? Deyir yoxdur. Ay xanım, Çıxmır. Eşitmirsiniz, deyir Deyirəm ki, ki- qida verirlər, süni qida Yox. verirlər. südü Qulaq qida asın ilə. mənə. Baxın, Aha. uşaq doğulur. Aha. Eləmi? Doğulan kimi uşaq 1 saat ərzində döşə qoyulmalıdır. Bax, bunu doğum evləri etmir. Gəlin razılaşaq. Tənbəllik. Zəncir qırılır və orqanizm elə bir laboratoriyadır. Ana nə qədər döşə çox qoyarsa, o qədər də südü olar. Başa düşdünüz? Ana Uşaq qoymur əmməlidir. və insanın Hə. beyninə Refleks siqnal yaranır, gedir bu şərti ki, refleks süd yaranır. ifrazını dayandır, artıq tələbat yoxdur və başlayır ananın südü Neçə yaşa azalmağa. qədər? Neçə yaş deyəndə ki, neçə ayına qədər uşaq 6 aya qədər uşaq ekskluziv olaraq ana südü ilə Nə qidalanmalıdır. yaxşı, mən o baxımdan 6 bəli, 6 aydan sonra ana südündə Mən olan işimi yaxşı görmüşəm. faydalı maddələr qutarır. 6 aydan uşağa ət başlayırıq, tərəvəz başlayırıq, meyvə başlayırıq. Alo. Alo. Super. Alo. Alo, Bəli xanım. salam, hər vaxtınız Salam, hər vaxtınız xeyir. Gününüz uğurlu olsun. Nurəngiz xanımı da salamlayıram. Alo. Buyurun, sizi eşidirik. Aha, mən 3 uşaq anası Vəfa Paşayeva, Nurəngiz xanımın da xəstəsiyəm. Nurəngiz xanım xəstəsi, nə gözəl. Aha. Övladlarımı mən ən birinci qızım balaca olanda bronxit asma diaqnozundan tutmuş, bütün diaqnozlar qoyulmuşdu. Nə diaqnozu? Bir doktor olmuşdu. Vəfa xanım, hansı diaqnoz eşitmədik biraz? Bronxit asma diaqnozu. Bronkit asma, hə. Bəli, bronxit asma diaqnozundan tutmuş bütün diaqnozlar, çünki övladım normal nəfəs ala bilmirdi, düzgün nəfəs ala bilmirdi və 4-5 günlük idi, hələ doğulmuşdu. Bütün diaqnozlara rəğmən, bütün antibiotiklərə rəğmən Nurəngiz xanımın tapıntıydı, tapdıq və bütün antibiotikləri yığdıq, düşdü ki, bunu zibdə atarsınız. Bu bir təşəkkür zəngidir. Bu bir minnətdarlıq zəngidir. Ay, nə gözəl Vəfa xanım. 3 dənə övladımı Allahdan Nurəngiz xanım kövrəldi. Görürsünüz. Ay, nə yaxşı. Yəni, mənim 3 övladımı Allahdan sonra Nurəngiz xanımın sayəsində böyütmüşəm. Nə Bu bir gözəl. təşəkkür zəngidir. Ay, nə gözəl. Təşəkkür edirik Vəfa Onu xanım. dünyaya gətirən ananın əllərindən öpürəm. Onun öz əllərindən öpürəm ki, biz anaların bu dərəcədə yanında olur. İndi mən də ağlayacağam. Nə qədər vəfalı xəstəniz olub sizin. Nə gözəl. Allah balalarınızı saxlasın. Allah qorusun balalarınızı. Kövrətdiniz bizi laf. Görürsünüz nə qədər vəfalı sizin pasiyentiniz var. Təşəkkür edirəm, çox sağ olun. Təşəkkür edirik Vəfa xanım. Çox sağ olun. Minnətdarıq. Həkim doğrudan da Murad biz həmişə mən çox həkimlərlə bağlı da verilişlərimi demək olar ki, çox faizli hər zaman həkimlər Instagram səhifəmdə. Bəzən bu son günlərdə həkimlərə inamın azalması çox təəssüf doğurucu məqamdır. O günləri bir həkimin bir videorolikuna baxıram. Fikirləşdim ki, görən bu Aygün Kazımova da arxadan əvvəl ayıra bilmədim. Dedim, görəsən Aygün xanımdır da, yəni bu belə saç düzümü falan. Sonra gördüm, yox, bu hansısa tanıdığımız həkimlərdən biridir. Belə şoka düşdüm ki, Allah, yəni sən həkim olan bəndə, sən niyə özünü Aygün Kazımova divadır da, bizim sənətin necə deyim, kraliçasıdır da, nə bilim, estradamızın, musiqimizin ən böyük ulduzudur da, deyək də. Var, sən öz sənətində ol da, sən niyə Aygün Kazımova olmalısan? Bu nə vid fasondur? Nə obrazadır, sən girmisən, özünü kraliçə kimi falan göstərsən, ay başıva dönüm. Və elə həkimlərə Nurəngiz xanım, inan bax, o qədər sarsılır ki, həkimin bir həkim görüntüsü olar da. Həkimin bir həkim obrazı olar da. Nurəngiz xanımda nə estetika var, estetik heç bir şey. Dünya gözəlidir, Nurəngiz xanım. Dədə-babada olan həkimlik o. Əsl bax, həkim görüntüsü. Yox, qoyub kiprikləri belə, demirəm, hamı gözəl görsəmək. Bu natamamlıq kompleksidir, bu da ayrı bir mövzudur.
Nə olsa ki, həkim də insandır, onun da yəqin travması var. Olmalı deyə, gözəl olsun, qəşəng olsun. Amma çıxıb şou göstərməsin də. Şou göstərənlərimiz var da, aktrisalarımız var. Azdramada boş yer var. Yazın ərizə, göndərin, bəlkə Azdramaya sizi götürdülər. Belə çıxır da. Yəni ki, opera balet teatrı inşallah şeydən qutarsın, təmirdən qutarsın, bir ərizə verin. Görün səsiniz varsa, bəlkə sizi də götürərlər. Yəni, az faiz deyək də, az faiz deyək, amma həqiqətən də bizdə çox layiqli həkimlərimiz çoxdur. Həkimlərimiz var, əllərindən öpürəm. Mən həmişə paylaşıram onları səhifəmizdə, reklama keçirik. Səhifəmdə paylaşıram gözəl həkimləri. Bu reklam deyil, bu tanıtımdır, insanlar yaxşıları tanısınlar. O şou göstərənlərdən uzaq durun. Sən Allah'a, söhbət onların geyimindən, keçimindən getmir. Qadındılar, geyinsinlər, keçinsinlər, hoqqa çıxardırlar, şou göstərirlər. Səhnə yalan olubdur. Bu qlobal problemdir, hər profildə var. Elə ona görə də yaxşı həkimləri çıraqla gəzirik və görəndə də, görürsünüz, belə Vəfa xanım kimi xəstələr zəng eləyir, bir vəfa borcunu yerinə yetirirlər. Keçirik reklamlara. Canlıdayıq, əziz tamaşaçılar. Telefon nömrələrimiz açıqdır. Zənglərinizi biz gözləyirik, suallarınızı verə bilərsiniz. Yayılan infeksion xəstəliklər, uşaqların qidalanması, fast food asılılığı, telefon asılılığı, psixoloji problemlər, suallarınız gəlsin. Bu saat, bu zaman ərzində bizim sizə pulsuz müayinə və müalicə, belə deyək də, hədiyyəmiz olacaq. Nə ilə bağlı bir nəfər yazıb? Murad, deməli, oğlumun 6 yaşı var, çox özünə qapanıqdır. Bu autizm ola bilərmi? Yeməyi, içməyi, qidalanması, yatmağı, yuxlaması hər şey qaydasındadır. Normal uşaqdır, telefonla da oynayır, gəzməyə də çıxır. Sadəcə qapanıqdır və ünsiyyətə çox çətin girir. Bu autizm sindromu ola bilərmi? Autizm sindromu əslində birinci 3 yaşından təxminən 2 yaş yarımdan 3 yaşından müəyyənləşdirə bilinir. Bu ancaq özünə qapanan uşaqları təbii ki, qiymətləndirmək olmaz. Çünki autizmdə ən çox diqqət gözlərə baxmaq, bir-birinə baxmaq və yaxud da valideynə baxmaq, kontakt olmaması müşahidə olunur və müəyyən səslər çıxarda bilir autistik uşaqlar. Necə səs anlamadım? Ritualik səslər, hər hansı bir şeylə oynayanda mızıldana bilirlər, məsəl üçün zümzümə eləyə bilirlər. Təbii ki, səslərdən danışırıq və konsentrasiya pozulması olur. Yəni, məsəl üçün, yaxşı olar ki, belə şübhələnən valideynlər məntiq oyunları satırlar. Üstündə də yazırlar 3 yaş, 5 yaş. Yəni, onları qura bilmirlər. Çünki məntiqi ardıcıllıq olmur belə uşaqlarda. Danışıq, ünsiyyət çox pasiv olur və yaxud da ümumiyyətlə olmur. Kateqoriyalarından asılıdır. Çünki yüngül və ağır kateqoriyaları var. Ona görə də bir simptomun olması deyə bilmərik ki, o uşaqda autizm var. Tamamilə müalicə olunurmu Murad autizm? Yox, autizm xəstəlik deyil, bu bir sindromdur. Autizm sindromu anadan gəlmə bir problemdir və xəstəlikdir. Genetikdir bu, yəni ki? Onu hələ tam olaraq da müəyyənləşdirmək çətindir. Çünki bunu hamiləlik vaxtında keçirilən proseslər var, ağır elementlərin qəbul olunması var, genetik deyənlər var. Necə tam keçmir ki? Bunun üçün məsələn uşaqlarda kollektiv oyunlar, bu bir şəxsiyyət növüdür. Bilirsiniz, autizm yəni bu xəstəlik deyil. Bu xəstəlik deyil, bu şəxsiyyətin növüdür. İnsan belə deyək, istiqamətidir ki, onları terapiya eləmək yox, onları cəmiyyətə adaptasiya eləmək əslində psixoterapevtlərin işidir. Psixoloqların, deyək ki, konsultantların. Yəni ki, o uşaqları kim desə ki, autizmi terapiya edirəm, oradan qaçmaq lazımdır. Belə bir şey ola bilməz. Biz onları tualet mədəniyyəti, ailə mədəniyyəti, sosial adaptasiya uyğunlaşdırırıq ki, cəmiyyətdə özlərini apara bilsinlər. Hətta bəzi autistlər olur ki, onlara kartişkalar asırıq boğazına ki, məsəl üçün, belə Yağış Adamı filmi var idi, məsəl üçün, lap illər əvvəl ehtiyaclarını deyə bilmirdi və o kartişkaları çıxardırdı, göstərirdi. Yəni, onlar danışa bilmirlər ki? Bəzi ağır kateqoriyada bəli, danışa bilmirlər. Nurəngiz xan, baxın, Murad bəy deyir ki, müalicə olunmur. İndi bunun müalicəsi falan bilmirəm, amma məsələn, bu autizm sindromu sözü, bəlkə mən yanlış deyərəm, indi siz tibb tərəfindən bir 10 ildir, bəlkə bir 15 ildir daha çox bu vüsət alıbdır autizm. Yəni o dövrə qədər elə qapanıq uşaqlara o qədər də əhəmiyyət vermirdilər ki, bu autizm sindromu sözünü, yəni mən məktəbdə oxuyanda eşitməmişdim. Bizlə sinifdə oxuyan uşaqlar var idi, elə özünə qapanıq idilər, filan idilər. Amma baxdım ki, elə yaxşı vəzifədədirlər, pusad işdə güclədilər, elə yaxşı yerdə pusada oturublar ki, amma vaxt var ki, biz sinifdə baxırdıq ki, o qaynayıb qarışmır. Elə deyirdik ki, o qaraqabaqdır. Yəni qaraqabağın indi təzə tibbi adı autizm olubdur, amma indi qaraqabaqdır.
qədər ölçməyin, o formada müqayisə etməyin. Bizim vaxtımızda biz özünə qapanıq, dəftəri keçirdirdi belə qarnına, gedirdi, gəlirdi, sakitcə, heç kimdən ünsiyyəti yox. Biz qoymuşduq qaraqabaq. İndi bilmirəm, bunun autizm aidiyyatı var idi, yox idi, amma biz eşitməmişdik o kəlməni, o sözü. Sonradan çıxdı da, yəni bu autizm sözü. Bəli, tamamilə doğrudur. Baxın, hər bir uşaq bir təbiətlə doğulur. İnsan var emosionaldır, insan var sakitdir. Yəni biz bilirik, emosiyaya görə insanlar bölünürlər. Birinci, bax, o xanımın o şikayətinə əsasən soruşmaq lazımdır ki, sizin ailənizdə başqa elə bir adam varmı? Əgər autizmlə əlavə, yəni orada Asperger sindromu da var. Asperger sindromu biz bəzən autizmlə diferensiasiya eləməliyik, ayırmalıyıq. Nədir o sindrom dediyiniz? Asperger sindromu olan uşaqlar müəyyən istiqamətdə bilgiləri əla olur. Tutaq ki, riyaziyyatı çox gözəl bilirlər. Amma çox ünsiyyətə girmirlər. Hətta Einstein belə deyirlər ki, Asperger sindromu. Bəli, Einstein özü belə olub. Yəni Asperger sindromu. Biz bunu diferensiasiya... Niyə məhz riyaziyyatı yaxşı bilirlər? Mən misal üçün dedim. Tutaq ki, riyaziyyatı hər hansı bir digər peşənin individual. Onlar da bizə bəzən qəribə kimi baxır ki, bunlar niyə bu qədər danışır və yaxud da emosional. Onların öz dünyası olur. Amma hər sakit uşağa autizm demək olmaz. Bugünkü gün tibdə hiperdiagnostika var. Yəni siz demiş, hər sakit təbiətliyə autizm, hər dəcəl uşağa aktiv, hiperaktiv demək düzgün deyil. Bunu qiymətləndirmək lazımdır. Dəyərli, hörmətli mütəxəssislərimiz bunu qiymətləndirir. Necə? İlk olaraq onların sorğu kitabçası olmalıdır. O sorğu kitabçasına görə uşağı biz analiz edirik. Sonra uşağın çəkdiyi şəklə görə bəzən biz onu analiz edib müəyyən edirik ki, burada autizm faktoru var, yoxsa yox. Və bir də bunun ən əsas səbəbi bəzən sakit uşaqlarda depressiyadır. Biz depressiyanı tək böyüklərdə görmürük, uşaqlarda da görürük. Uşaq travma alır, məsələn, ata ilə ana ayrılır və yaxud da hər hansı diqqətsizliyə məruz qalır, ana uşağı döyür. Belə uşaqlarda da bəzən ünsiyyət azlığı olur. İndi bu az danışan uşaqlarda dediniz hansı sindromdur? Asperger sindromu da çox danışan nədir? Məndə danışır Rövşani, hara qeyrəm danışıram. Burada da yəqin hansı sindrom var. Yox, siz axı lazımsız şey danışmırsınız. Siz yeganə... Peşəm danışmaqdır. Bəli, siz nadir jurnalistlərdənsiniz ki, yəni peşəkar aparırsınız verilişdə, aktual verilişə, aktual məsələlərə qoşulursunuz. Yəni az danışan sindromu varsa çox danışan da yəqin. Efirimiz canlıdır. Əziz tamaşaçılar, 562-21-23 Instagrama suallar gəlir. Mən yenə də sualları oxuyacağım. Çoxdur suallar. Həddən artıq o qədər suallar, amma eyni daha çox vitamin D ilə bağlı, vitamin C ilə bağlı. Bir dənə sual var, kalsi ilə bağlı yazılan. Onu da soruşa bilərəm. Yəni əgər çünki bir-birinə bənzəyən suallardır. Hamısını bir-birinə xəbərsiz yazırsınız, fərqi yoxdur, amma hər halda uşaqlarda kalsi çatışmazlığını necə müəyyən eləyə bilərik? Necə müəyyən eləyəcək? Analizlə də təbii ki də. Birinci uşaqda, yəni baxın, biz Azərbaycanlı olaraq bəzən həkimə gəlirik və ilkin olaraq deyirik, bu uşağımda kalsi azlığı var, buna neyniyim? Bunu həkim müəyyən eləməlidir. Birinci kalsi azlığının əlamətləri var. Erkən dövrdə, tutaq ki, raxitik əlamətlərdir də. Burada nədir? Uşağın başın dairəsinin böyüməsi, alnın böyüməsi, dişlərin gec çıxması, çürüməsi və s. kimi əlamətlər, deformasiyalar ayaqlarda və s. Amma uşaqda hər şey idealdırsa, yəni kalsini kontrol etmək ehtiyac yoxdur. Amma şübhə varsa, biz qanda iyonlaşmış kalsini yoxlayırıq, vitamin D-ni yoxlayırıq, bir də qələvi fosfataza var. Bu üç maddəni valideyn yoxlayaraq. Onlar azlığı diş çürüməsinə səbəb ola bilər? Yəni mineral azlığını gətirib çıxara bilər. Bəzən qələvi fosfataza yüksəlməsi, iyonlaşmış kalsinin azalması, D-nin azalması gətirib çıxara bilər. Yəni biz əgər bu şikayətlərdə bunu əlamətlər görürük, baxın, indi bizim tibdə ən aktual məsələ nədir? Uşaqların daimi dişi çıxır və çürük çıxır. Karies. Baxın, 8-9 yaşında uşaqların artıq daimi dişləri çürüyür. Mən buradan valideynlərə deyirəm. Nə səbəbdir ki? Yəni, birinci dişlərin düzgün yuyulmaması. Gigiyena. Uşaq dişini yuyur ancaq qarşı, qabaq sətini. Arxa dişlər yuyulmur. Və başlayır azı dişlər ilkin çıxanda, onlar artıq kariesə məruz qalır. Qeyri-düz qidalanma. Və bir də hər bir uşaq heç olmasa 3 ayda bir uşaq stomatoloqunun konsultasiyasında olmalı. Nəzarət lazımdır. Əgər uşağın 10 yaşında, mən düşünürəm, daimi dişi çürüyürsə, bu artıq faciədir. Nədir onun səbəbi? Burada gigiyena, kalsi azlığı, irsi faktoru, bir də ağız boşluğunun mühitidir.
Bax bu da çox vacibdir. Şirniyyat yemək. Bir də bəli, şəkər yemək, süd Ən yemək. dəhşətli bir şey şəkər şirniyyatdır. Bir də ən vacib faktor bilirsiniz nədir? Valideynlərin uşaqlara meyvə şirəsini verməsi. Uşaq, bəli. Uşaq meyvəni dişləməlidir. Almadır, armuddur. Yəni nar şirəsi satırlar. Biz alırıq içirik. Yəni narı da bütöv yeyəndə bizim bağırsaq qəbizliyə əmələ gətirir. gətirmir. Əgər bizim bunları qəbizliyə əmələ gətirir. Baxın, burada fərqli xüsusiyyətlər var. Əgər uşaq selülozanı yeyirsə, qidanın içində lifləri. Bax, o bağırsaq, biz qidalanmırıq. Bizim bağırsağımıza da meyvələrdə olan liflər, selüloza lazımdır. Qabıqlı yemək lazımdır. Bəli, qabıqlı yemək lazımdır. Alma qabığın üstündə meyvəni əgər sakavıjmalkada meyvə çəkən maşında çəkiriksə, biz onun çölə attığımız daha faydalıdır, nədir o içdiyimiz. Yəni qabığına yeməliyik. Qabığı amma yuyun da, şotkalı yuyun, parafin düzsün. Rövşən xanım, məsələn, kivi qabıqlı formada... Zəngi cavab verən kimi, həmən sizə dönəcəm, həmən, söz. Alo. Zənglər çox deyərdən çox. Alo. Çiçək xanıma gələn kimi zəng. Salam, hər vaxtınız xeyir xanım. Özünüzü təqdim eləyin. Hüsniyə də adım. Necə? Hüsniyə. Hüsniyə xanım, eşidirəm sizi. Mən oğlumun yeməyinə bağlı müraciət etmişəm. Həkimə sual vermək istəyirəm. Çox həddindən artıq yeyir. Neçə yaşı var? 9 yaşı var. Uşaq 45 kilodan yuxarı demək olar. Uyumayadı da yəqin, hə? Yəni çox dediyiniz nə qədər yeyir? Tutaq ki, səhər-səhər nə yeyir və kalorisi normaldır mı onun? Nə qədər versən, yəni bəsdir deməyənə qədər. Yumurta məsəl üçün, əgər səhər-səhər yeyirsə, neçə yumurta yeyir? Vallahi hardasa yeyərdə 5-in, 6-in, 7-in. Telefona baxa-baxa yemək yeyir? Xeyr. Vay, uşaq çox yeyir. yeyir. Yəni, telefon verilmir o uşağa. Uşaq hansı çəkidədir? 45 kilonun üstündədir. Neçə yaşı var? Neçə yaşı var? 9. Tək uşaqdır, xanım? Xeyr. Üstündə. Yəni birinci uşaqdır, sizdə... Yox, ikincidir. Yox, yəni bir uşaq belədir, o bir uşaqlarda yoxdur da, yəni? Yox, xeyr, yoxdur, o birilər yəni normaldır. Uşaq idmanla məşğul olmur, bütün günü evdədir, pastozdur, eləmi? Yox, kənd həyatıdır, söylə bayra, amma idmanla məşğul olmur, velosiped sürür, nə eləyirsə də yəni arxana. Xanım, enerji itirir və sizin çəkiniz piylənmə həddində deyil. Amma yaxşı olar ki, qidasında siz biraz kalorini artırasınız. Məsəl üçün, əgər yumurta 2 dənə verirsinizsə, yanında kərə yağı verə bilərsiniz. Sonra 2 dilim çörək verə bilərsiniz. Doymur da yəni ki. Bəli, yəni o həyətdə oynayır, qaçır, enerji itirir və artan orqanizmdir, böyüyən orqanizmdir. İş orasındadır ki, mən o yumurtanın yanında kərə yağı da verirəm, pendir də verirəm, nə versəm, yəni nə versəm. Sinir sistemi normaldır. Sinir sistemi ilə bağlıdır. bağlıdır. Sinir sistemi normaldır mı? Qida pozunluğu var. Yəni yediyi beyinə siqnal ötürülmür ki, mən doyuram. Normaldır. Sinirin yəni başqa bir problemi yoxdur. Məncə doymanı o hiss eləmir. Bəli. Sinir ötürülmür və doyma bir dəfə yaxşı olar müayinə olunsun o uşaq. Siz gətirin Nurəngiz xanımın yanına. Sadəcə hərəkət olduğu onu belə eləmək olmaz. Bəli. Uşaq nə çox sevir etməyi? Uşaq nəyi çox sevir etməyi? Hərəkət etməyi yoxsa necə? Hərəkət, danışmaq, baxmaq. Bütün gün. Elə hərəkətdədir demək olar ki, bax hərəkətdədir amma yəni fərq etmir də. Özünə qapanmağı yoxdur? Xeyr, elə bir şey yox. Danışqan uşaqdır? Bəli, aktivdir. Uşaq aktiv, böyüyən orqanizmdir. Yeyib-içən olacaq. Yeyib-içən olur sizin kimi, bax belə. Narahat olmayın, məncə ciddi problem yoxdur. Məncə də. Çəkisi piylənmə həddində deyil. Çəkisi çox deyil, yəni 45 kilo əslində çox da deyil. Nəyə görə piylənmək deyil? Çünki həyatında uşağın hərəkət var, aktiv hərəkəti var. bəli. Amma nəyə görə zərərlidir? Nəyə görə zərərlidir? Uşaqda yemə pozğunluğu var. Əgər bu uşaq həyatından hərəkəti çıxardığı anda onda piylənmə, obezitəyə doğru gediş başlayacaq. Çünki beyni siqnal ötürülmür və mən doyuram gəlmir. Amma bu individualdır. Yəni ki, uşağın orqanizmindən asılı olaraq dəyişir bu. Metabolizması yaxşıdır. Bəlkə yeyib-içən ailədir, yəni özləri də bəlkə yeyib-içəndirlər elə. Böyüyən orqanizmdir, ola bilər ki. Yəni normal bir şeydir. Ceyxan, davam edin, bayaq da sözünüz yarım çıxardı. Qabıqlı meyvələrdən getdi söhbət. Məsələn, kivini kefirlə qarışdırıb səhər blenderdan keçirdib içdiyimiz zaman bağırsaqları çox gözəl təmizləyən bir detoks əmələ gəlir. Amma qabıqlı formada. Bəli. Təzə bir mod da düşüb. Dünən rəfiqəm gildəyəm, söhbət edirlər. Deməli, bunlar bir həftədir, hər gün gecə, axşam saat 10-da, 11-də kivi yeyirlər. Ki, səhərə arıqlayacağıq.
İndi mən də 10 kilo kivi alıb qoymuşam. Allah bilir hardan eşidirlər. Siz də davam edirsiniz. Rövşən xanım, gecə saat 10-da yediyiniz heç bir qida sizi arıqlatmaz. Kivi yeyirlər, o alır, bu alır, soyurlar qabığını ki, bəs səhər arıqlayacaq. Meyvəni saat 4-dən sonra tükətmək də olmaz, glukoza yaradır. Olmaz. Artıq. Demək, biz millət olaraq yeganə millətik ki, meyvəni axşam yeməyindən sonra yeyirik. Bu düzgün deyil. Meyvələr həmişə yeməkdən əvvəl yeyilməlidir. Gecə kivi söhbəti boş söhbətdir. Boş söhbətdir. Bilirsiniz niyə? Çünki baxın, əgər biz axşam yemək yeyirik, yeməyin həzmi gec gedir. Amma meyvənin həzmi tez gedir. Və biz meyvəni həzm edən vaxtı daha sürətli olur meyvənin həzmi, nəinki qidanın. Və ya nəticədə artıq toksiki maddələr yaranır. Çünki meyvənin soğurulması ləngiyir, öndə qidaların prosesi başlayır. Odur ki, meyvələr mütləq ac qarnına yeyilməlidir. Ac qarnına? Bəli. Nurəngin xanım, bəs bir ara dedilər ac qarnına meyvə vermək olmaz. Mütləq meyvələr ac qarnına. Səhər, həkimlər, vallahi həkimlər. Yox, elə bir şeylər yox. Nurəngin xanım, səhər qidalanması yerinə meyvə yemək olar ac qarnına. Bəli, diri-diri meyvələr, yəni doğranmış meyvələr yeyilməsi daha faydalıdır. 3 saat neçəyə qədər? 11-ə kimi təxminən. Bizim millət yemək yeyir, əti bozbaşı. Bəli, düzgün deyil. Sonra bir ləyən meyvəni qoyur qabağına. Sonra da deyir ki, şəkərli şeylər, şirniyyat yeməkdən sonra üstünə gəlin meyvə şirəsi. Alo, toylarımızda gəlin bəy evə gedəm, üzr istəyirəm, gəlin bəy evə gedənə yaxın aşı gətirirlər ki, adamın canı olar o aşı yeyəndən sonra. Bəy aşı yedizdirirlər, qoyun ətini yedizdirirlər, sonra deyir gedin. Ay yazıq hara getsin, tərpənə bilmir, bu onun işi zülümdür. Alo. Alo. Salam eləykim xanım. Salam, hər vaxtınız xeyir olsun. Qonaqlarımızı salamlayıram mən də. Nurəngin xanıma belə bir sualım olacaqdı. İnfluenzanı dəqiqləşdirməkdən ötürü hansı analizləri vermək lazımdır və ac qarnına mı, tox qarnına mı verilir? Təşəkkür edirəm. Sualınıza görə təşəkkür edirəm. Demək ki, bu suala belə cavab verək. Əgər uşaqda virusun əlaməti yoxsa, onu biz qanda yoxlayarkən heç nə çıxmayacaq. Uşaqda və yaxud da böyükdə hərarət varsa, 39-40 qızdırma varsa, 2 saat sonra siz onu qanda yoxlayaraq influenza A hal-hazırda bugünkü gündə məsələn yüzlərlə uşağı yönətmişəm, hamısında A aşkar olunur və düşünürəm ki, bugünkü gün Azərbaycanda influenza A var. Bəli, biz onu qanda yoxlayırıq. Əgər o pozitiv çıxıbsa, həmən az öncə qeyd elədiyim antivirus, influenza əleyhi dərman preparatları var. Onları biz təyin edirik, gündə 2 dəfə təyin olunur, çəkiyə uyğun. Onu pediatr təyin edir və ilk 3 gün atılan dərman fonunda uşaqda qızdırma, öskürək, əzələ ağrıları, qusma kimi əlamətlər tamamilə yox olur. Nurəngin xanım, Dədə baba telefon var yenə, hə, yaxşı. Alo, sualım qaldı, yarımçıq verəcəm. Alo, tamaşaçını çox gözlətməyim, eşidirəm sizi. Uşağımda qurd var, iştahsız, ümumiyyətlə bu uşağın iştahısı yoxdur, 5 yaşı var. Aha, bax, təşəkkür edirəm sualınıza görə. Yenə də pasiyentlərimiz necə müraciət? Uşağımda qurd var. Yəni, analar artıq şikayətlə bizə müraciət edir. Yəni, hesab edirlər ki, uşağın dişində qıcama varsa, anal qaşıntı varsa və yaxud da iştahsızlıq varsa, bu mütləq qurddur. Mən sizə bir faktı deyəcəm. Bugünkü gün dünyada qurdu müalicə heç etmirlər. Hesab edirlər ki, qurd bizimlə birgə yaşayan biotsenozdur. Yəni, onun müalicə etmək o dərəcədə vacibdir. Əgər uşağın nəcisində biz topa ilə qurd görəriksə, həmin dövrdə və yaxud da nəcisdə analiz verərik, qurd aşkar edəriksə, müalicə edərik. Amma uşaqlar onsuz da meyvələri götürüb yeyərkən, dırnağını, əlini ağzına alarkən, yerdən nəsə götürərkən o qurda yenə də yoluxur. Yəni, bugünkü gün dünyada klinikalar açılıb ki, artıq qurdla asmanı, allergiyanı müalicə edirlər. Təsəvvür edirsiniz, uşaqlara qurdu yoluxdururlar ki, uşaqlarda asmanı müalicə eləsin. Mən həmişə deyirəm, niyə qaraçıların, çöldə olan uşaqlar həmişə sağlam olur. Yəni, belə də çirkli mühitdə yaşayan uşaq. İndi dünya bir anlayış var, gigiyenik hipoteza. Yəni, bütün xəstəliklər ifrat təmizlikdən gəlir. Valideynlər bəzən, triklazan tərkibli sabunlar istifadə edirlər. Bax, onlar hamısı sterildir də, uşaqlarda xəstəliklərin inkişafına gətirib çıxar. Və xanımın sualına əsasən, yəni diş qıcamaq varsa, o demək deyil ki, uşaqda qurd var. Bu nevroloji də ola bilər, irsi də ola bilər. Mütləq nəcis analizi verilsin. Nəcisdə əgər qurd yumurtaları olarsa, yeganə dünyada qurd dərmanı kimyəvi adını deyirəm, albendazoldur.
Yəni 5 yaşa qədər 200 milliqram. Molekuladır. Bəli, albendazol molekuladır. 5 yaşa qədər, amma bunun qaraciyərə toksiki təsiri var. Həkim təyinatı ilə olunur. Yəni 3 gün və yaxud da 1 gün, yəni qurdun növündən asılı olaraq təyin oluna bilər. Amma bütün uşaqlara profilaktik qurd dərmanı verilməz. Qurd dərmanı profilaktik ev heyvanlarına verirlər ki, onlar yaymasın. Amma uşaqlara da, böyüklərə də profilaktik qurd dərmanı verilməz. Uşaqda iştahsızlıq varsa qanı yoxlanılsın, qanda dəmir, ferritin, B12, fol turşusu, vitamin D yoxlanılsın, qidalanma qiymətləndirsin, sonra bir nəticə olsun. Təşəkkür edirəm. Verilişimiz canlıdır. 562 21 23 telefonlarınızı gözləyirik. Çəxan, bu pilates yoga ilə bağlı ki, fərqini soruşurlar xanımlar ki, pilates və yoganın fərqi nədir? Yəni, hansına getsək daha çox effekt? Amma da bilmirəm, effekt yəqin, hamının dərdi arıqlamaq effektidir də. Bu, necə eləyək ki, arıqlayaq. Heç kim onurğanı fikirləşmir, nə bilim, başqa bir şey fikirləşmir, arıqlayaq. Arıqlamaq üçün az qidalanıb, kalori açığı, bayaq dediyim kimi yaratmaq lazımdır. Az qidalanıb çox hərəkət etmək lazımdır. Az qidalanmaq da o demək deyil ki, yeməyi tamamən kəsmək, o da kökəldir. Metabolizmanı davamlı hərəkətdə sürətli tutmaq lazımdır. Normal qida saatlarında yemək lazımdır və çoxlu hərəkət etmək lazımdır. Yoga ilə pilatesin fərqli ondadır ki, yoga tamamən sağlamlıq üzərinə inşa olunan bir məşq növüdür. Yoga ilə amma xəstə insanlar məşğul ola bilməz. Yəni onurğa problemi olanlar falan filan, onlar xeyr, məşğul ola bilməz. O tamam başqa bir yönə hitap edir. Pilates tamam başqa bir şeyə hitap edir. Pilatesin sənə heç bir zərəri olmaz. Pilates sənə heç bir sakatlıq gətirməz. Yəni əgər düzgün təlimçi ilə məşğul olursansa, belə deyim, yəni keçən dəfə amma reformer çox qorxulu aparatdır. Hər şeyin riski var əslində. Yəni reformerində adicə ayaqsa durduğumuz anda belə risk daşıyan şeylər var. Reformerin düzgün istifadə etmək lazımdır. Bilinçli şəkildə onu istifadə etmək lazımdır ki, sənə zərər verməsin. Şəx xanım, yerli yersiz doludur pilates mütəxəssisləri. Çox təəssüf. Çox doludur. Bunlar harada öyrənirlər, haradan gəlirlər? Həm özünü reklam eləyir. Nədir bunlar? Bilirsiniz necədir? Ora girdiyiniz anda siz təlimçidən sertifikat tələb etməlisiniz, təhsil tələb etməlisiniz. Sertifikat göstəricidirmi? Hərəsi pulunu verib alıb da sertifikatını. Xüsusi bir şeylər var, yerlər var ki, oradan pul verib almaq mümkün deyil. Mən nə bilim xüsusi yer hansıdır? Baxın, biz sizlə Çiçək xanımla məşğul oluruq da, yəni 3 ilə yaxındır. Çiçək xanım, məsəl üçün, işinin peşəkarıdır. Biz özümüz görürük. Yəni, mən də bunu demək istəyirəm ki, pilates mütəxəssisləri birdən yükü artırmamalıdırlar. Mənim rəfiqələrim digər pilates kurslarına gedirlər və bir ay sonra artıq bel ağrısına görə məcburi onu tərk edirlər. Necə seçək? Necə seçək? Necə bilək ki, tutalım, bu bilgili mütəxəssisdir. Bax, Murad, doğrudan doludur. Hər hündür mərtəbəli binanın altında doludur. Pilates studiya. Bunlar harada öyrəndilər, harada keçdilər? Heç öyrənmirlər, Rövşən xanım. Adicə öz bahadır ya, ayı 100 manatdan bahadır. 100-120 manatdır da deyəsən belə. YouTube'dan açıb baxaraq dərs keçirlər. Yəni, mən özüm bunun şahidi olmuşam ki, mən buradan səslənirəm aidiyyatı qurumlara. Bilmirəm, bu bizim Nazirlik, İdman və Gənclər Nazirliyinə aiddirmi? Yoxsa bilmirəm, ümumiyyətlə qurumlar, aidiyyatı qurumlar, mən bilmirəm də, yəni ki, hara Çəxam, kimə səslənək? Çox təəssüf ki, Azərbaycanda hər hansısa bir qurum yoxdur ona baxan. Salonlarla bağlı bir dönəm əməlli başlı bir bum qalxdı da, yoxlama aparıldı. Orada alətlərin, aparatların hamısının belə deyək, gigiyenik qaydada istifadəsi və onların müəyyən bir istilik dozunda, siz bilirsiniz də, yəni yoxlanması ki, sterilizasiyası falan aparıldı. Sonra kosmetoloqlarla bağlı ki, məhz həkim olmalıdırlar, dermatoloq olmalıdırlar. Bu məsələ stomatoloqlarla bağlı. Amma indi baxın, buradan aidiyyatı qurumlara səslənirəm və çox xahiş edirəm ki, fikirlərim yayılsın və düşünürəm ki, bu hissəni biz redaktorumuzdan xahiş edib sosial mediada, sosial şəbəkədə də yayarıq ki, doludur. Binaların altı, hündür mərtəbəli kimin pulu var, kimin parası var. Bir əvvəl salon açırdılar, gözəllik salonu. İndi pilates mərkəzi açıblar. Və bilən, bilməyən pilates mütəxəssisi özünü sayır və başlayır dərs keçməyə. Bugün sosial mediada, Instagramda, nə bilim, digər belə deyim də, şəbəkələrdə yetəri qədər özlərinin reklamlarını aparırlar. Tutağın biri mən, digəri, biz onların necə mütəxəssis olduğunu bilmirik və deyirik ki, yəqin bu düz deyir də, filan qədər ağırlığı, nə bilim, reformun üzərində bunu etməlisən, ən ağırla hərəkət etməyi də doğru bilirlər. Kimlər baxmalıdır, aidiyyatı qurumlar, çox xahiş edirəm, birinin pulu var, birinin sponsor var, birinin əri var, qardaşı var, atası var, mən nə bilim, kim ciyəzi var, nə ciyəzi var, pulunu verir, pilates mərkəzi açır, arendaya götürür, kirəyə götürür və başlayır özünə müştəri yığmağa. Və yaxşı da pul qazanır. Sonucda vətəndaş əziyyət çəkir. Əgər o ixtisaslı mütəxəssis deyilsə, əgər onun bir bilgisi yoxdursa, harada ümumiyyətlə bunun təhsili varmı? Harada var? Bizdə var? Bizdə də var, amma mən bizdə harada var? İdman institutunda, yoxsa harada?
normal təlimçilər dərs keçir. Təlimçilər, o təlimçilər harda? Siz Türkiyədə oxuyub Bəli, mən gəlmişsiniz. Türkiyədə Amma harda? oxumuşam. Digərləri harda oxuyub gəliblər görəsən? Məsələ ondadır. Bir bunların sertifikatına baxılsın. Bunların, düz demirəm Murad bəy. Baxın, sizin deyək ki, övladınız və ya xanımınız, mənim qızım, mən özüm, Çiyə xanım yoxdur, başqası var. Bir Fatma xanım var. Gedirəm onun yanına. Bunun bilgisi, o mənə deyir ki, belə eləyirəm 3 gün, 5 gün, onurğa mağrib deyir, elə belə olmalıdır. Siz onu anında hiss edəcəksiniz, Rövşən xanım. Mən tamam hiss elədim, digərləri hiss eləmirlər. Təəssüf ki, hiss etmirlər. Və mən burada yenə deyirəm, aidiyyatı qurumlar bu məsələ ilə ciddi məşğul olsunlar. Bir reyd aparın. Yoxlama keçirin, görün bu pilates mərkəzlərinin arxasında duranlar kimlərdir? Kimlər maliyyələşdirir? Və bu adamların sertifikatı, bilmirəm, yenə deyirəm, bu Səhiyyə Nazirliyinə mi aiddir, İdman Nazirliyinə mi aiddir, hansı qurumlara aiddir? Bu yoxlamanı aparılmalıdır da, bu yəni bir qurumun, belə deyəm də, bir işin bir yiyəsi sahibi də olur da, hər halda da. Təhsillə bağlıdırsa biz Təhsil Nazirliyinə müraciət edirik, Səhiyyə ilə bağlı Səhiyyə Nazirliyi var, təbib var, icbari sığorta var. Bu məsələ ilə bağlı hesab edirəm ki, aidiyyatı qurumlar artıq, çünki çoxalıb ha. Hara Əhmədlidə gəzdirsən 10 dənə pilates studiya, Yasamala gedirsən pilates studiya. Elə bizim məsələn mərkəzin sağında da, solunda da, hər tərəfində var. Amma deyirsiniz bilmir, sağında da, solunda da var, amma qapılarında açar var. Yəni günün müəyyən saatları oraya işləmir. Çünki artıq insan gedir ora və görür ki, bu ona doğru şey verir. Mənə elə gəlir ki, bu pilates mütəxəssislərinin savadının artırılması ilə bağlı yaxşı kurslar olmalıdır. Mən müəlliməm, gəl sənə öyrədim də getsən, bu bədəndir. Yenə insan həyatıdır, bədəni qoyub insan həyatı ilə oynayırlar. O saç ukladkasını yaxşı eləməyəcək, ütüsünü yaxşı eləməyəcək, amma bu bədəndir. Rövşən xanım, bir qolumuzun 20 hərəkət funksiyası var. Amma biz normal həyatda onun cəmi 3 funksiyasını yerinə yetiririk və müəyyən yaşdan sonra qolda kilitlənmələr olur. Sendromlar başlayır, bir çox sendrom var və bunu gedirsən, təlimçi bunu bilmir. Deyir, qolum ağrıyır, narahat olma, idman edəcəksən düzələcək. Amma o 20 funksiyanı onu yerinə yetirməlidir qolda. Və bunu bilməyib onu zədəliyir, qopardır bağlarını. Həkim arayışı, bəlkə bunun ürəyində problemi var, bəlkə bunun ürəyingiz xam, onurğasında yırtıq var. Onurğa yırtığı ilə bağlı da sual var idi, uşaqla bağlı, indi soruşacağım. Onurğasında yırtıq var və yaxud da bu adamın belə başında problem var, heç buna əyilmək düzəlmir. Bunu pilates mütəxəssisləri soruşurlar mı? Mən öz adımdan deyirəm, soruşuram və həkim göstərişi varsa əgər orada, yəni bilinçli formada ya götürürəm ya da yəni belə deyim, pul xətrinə insan həyatı ilə oynamağı yəni vicdanıma sığdırmıram. Onurğa yırtığı ilə bağlı belə bir sual var ki, uşaqda doğuluşdan onurğa yırtığı ilə doğulubdur. Belə bir şey ola bilər. Bəli, onun adı tibbi adı spina bifidadır. Onurğa yırtığı ilə doğulub və Nurəngiz xanım istəyirəm bu suala cavablandırsın ki, əməliyyat və yaxud idmanla uşağı onurğa yırtığını müalicə etmək olar mı? Spina bifidanın 5 növü var. Yəni orada yırtığın növləri var ki, onurğa sütunu mayeynisi var, onurğa kisəsi var, hansı növüdür? O növündən asılı olaraq yaza bilər mənə. Necə doğuluşdan doğulur ki, onurğa yırtığı? Uşaqlar, bilirsiniz, uşağın həyatında ən önəmli dövr antenatal dövrdür, yəni doğuşa qədər olan dövrdür və ən onların məsuliyyəti dövrü hamiləliyin ilk 3 ayıdır. Və hamiləlik ilk 3 ayında ana hər hansı bir virus infeksiyası keçirərsə, ana hər hansı bir patoloji proses keçirərsə, bəli, o uşaq, anada bətin daxili infeksiya olarsa, bu uşaqlarda həmin o qüsurların yaranmasına çatdırır. Bu nədir? Sanki məcazi dildə desək, bəsit dildə desək, onurğa tam olmur da, onurğanın möhtəviyyatı çıxır çölə. Aydındır, təşəkkür edirəm. Murad bəy, son sualımı verəcəm, verilişimizi yekunlaşdırırıq. Uşağı məktəbə göndərə bilmirəm. Hər gün zorla ağlaya məktəbə gedir. 3-cü sinifdə oxuyur və çox ciddi bir problem yaşayırıq. Murad bəy necə köməklik göstərə bilər? Uşağı məktəbə yola sala bilmir. Birinci... Bezib də uşaq oxumaq. İstəmir. 3-cü sinifdə. Xoşu gəlmir müəllimədən. Uşaqların maraq dairəsi öyrənmək lazımdır. Pedaqoqun burada çox böyük təsiri ola bilər. Müəllimə xoşu gəlsə, müəllimi sevsə... Müəllimin və ya müəlliməsinin orada göstərdiyi 3-cü sinif, ümumiyyətlə ibtidai siniflərdə çalışmaq lazım ki, uşaqları yükləməyək. Həddindən artıq çox dərsdən, əyləncəyə meyillilik göstərmək lazımdır. Burada 50%-in üstündə pedaqoqla ananın işləməsi lazımdır və çalışmaq lazımdır ki, düz olur ki, bəzən həssas uşaqlar da olur ki, istəmirlər, amma... Səhər tezdən durmaq, 6-da yuxudan dur, 7-də yox, 8-də... Əgər o uşağın həvəsi varsa, istəyi varsa, hara desəz gedər. 3-cü sinif uşaqda nə həvəs, həvəs yaranır. Ona görə, bəs məktəbdə ibtidai sinifləri niyə görə öyrətmək
əylənərəkdən öyrətmək lazımdır. Bəli. Yəni pedaqoqla kontakt olmaq lazımdır. Mən təşəkkür edirəm sizə. Çox sağ olun əziz qonaqlarım. Çox minnətdaram sizə. Çox aktiv, çox gözəl sualları cavablandırdınız. Səhifəyə də gəldi, canlı efirə də çox idi zənglər. Çox minnətdaram. Düşünürəm ki, Murad bəy əvvəlcədən dedi ki, bu mövzu geniş şaxəli bir mövzudur və bunu bölgülər. Amma görürsünüz, məncə yetəri qədər əhatə eləyə bildik yetəri qədər. Amma imkan olarsa növbəti verilişlərimizdə yenə davam edərik bu söhbəti. Təşəkkür edirəm. Çox sağ olasınız. Bu qədər sizə də təşəkkür edirəm. Bu qədər əziz tamaşaçılar. Sabah canlı efirdə eyni zamanda, eyni məkanda yenə görüşəcəyik. Çox maraqlı mövzudur. Yeni ilə qalmaqalla giririk, yoxsa stabil, sakit, huzurla. Mövzumuz belə olacaq. Sabahları dinləyəcəksiniz. Baxaq görək qalmaqalı yaradanlar kimlərdir? Görüşənədək salamat qalın.